Salam, əzizlər, hər vaxtınız xeyir. Bu gün sizlərlə birlikdə 14 dekabr tarixində kursumuz tərəfindən təşkil olunmuş VC sınavının abstrakt məntiqə aid olan sualların izahına baxacağıq. Videoya başlamazdan əvvəl qeyd etmək istəyirəm ki, bu sual izahı videosudur. Yəni burada mövzu izahları yox, qeyd edilən sualların izahına baxacağıq. İlk əvvəl baxaq 16 nömrəli suala. Burada qeyd olunub ki, kubu atarkən verilmiş hərflərdən ibarət kombinasiyaların hər birinin fiqurlarının ardıcılı gözlənilmə yığılma ehtimallarını taparaq, ən böyük iki yığılma ehtimallarının zəmi ilə ən kiçik iki yığılma ehtimalları zəminə olan nisbəti tapın. Əziz tələbələr, ehtimala aid videoları əvvəlcədən YouTube'da onsuz yerləşdirmişəm. Bu sual üçün kubun 6 dənə özü olduğunu bilirik. İndi bizə bir də sualda qeyd olunub ki, kubun bütün üzləri göstərilib. Yəni 600 var, 6-sı da göstərilib. Yəni burada 2 dəfə A görürüksə, bunlar eyni üz olaraq nəzərə alınmayın. Yəni fərqli üzlərdə sadəcə kubun 6 üzündə ikisində örnək verirəm A var, 2 üzündə B var, bir üzündə R, bir üzündə də N var. İndi biz bir-bir baxmalıyıq görək kubu atan zaman A hərfinin, R hərfinin gəlmə ehtimalları nə qədərdir? Onu da burada qeyd edirik. Kubun 600-ü var, 600-ün 2 üzündə A hərfi var. Deməli, A hərfinin gəlmə ehtimalı sizin üçün 2 bölünsün 6-dır. Yəni, 3də 1 olaraq qeyd eləməyiniz daha rahat olar. Deməli, A-nın gəlmə ehtimalı 3də 1. Eyni şəkildə B-nin də gəlmə ehtimalı 3də 1-dir. Baxsaq R-nın gəlmə ehtimalı. Kubun 600-ü var. R cəmi 1 üzdədir. Deməli, gəlmə ehtimalı 1 bölək 6-dır. Bir də N hərfi var bizim üçün. N-nın gəlmə ehtimalını görürsünüz ki, 1 üzdə var deyə 1 bölünsün 6-dır. İndi bizə maraqlıdır ki, deyir, kubu ard-arda atır, anardır, arabadır. Bu sözlərin əmələ gəlmə ehtimalı nə qədərdir? Bunun üçün birinci anar sözündən başlayaq. Baxın, bura 1 yazdım. Anar sözü üçün birinci A hərfi gəlməlidir. A-nın gəlmə ehtimalı bizim üçün 3də 1-dir. Ardınca N hərfi gəlməlidir. N hərfinin gəlmə ehtimalı 6da 1-dir. Vurulsun 6da 1. Əgər burada ard-arda bu hərflərin gəlmə ehtimalını hesablayırıqsa, əziz tələbələr, bu hərflərin gəlmə ehtimallarını bir-birinə vurmalıyıq. 3də 1 vurulsun 6da 1 təkrar A hərfi gəlməlidir. Yenə vurulsun 3də 1. Bir də R hərfi gəlməlidir. R-nın da ehtimalı bizim üçün 6da 1-dir. Sonra indi bunları yekunda hesablayıb baxarıq. İkinci sözün ehtimalına baxaq. İkinci sözün ehtimalında araba sözü dax. A-nın gəlmə ehtimalı 3də 1 idi. R-nın gəlmə ehtimalı bizim üçün vurulsun 6da 1-ə. Sonra təkrar A hərfi gəlməlidir, yenə vurulsun 3də 1-ə. Sonra ardınca B və A. B bizim üçün 3də 1 ehtimaldır. A da bizim üçün 3də 1 ehtimaldır. Bu da bərabərdir. Keçək üçüncü sözümüzü dəyərləndirməyə. Üçüncü sözümüz barbardır. B hərfinin gəlmə ehtimalı 3də 1. A hərfin baxaq, hə, barbar. A hərfin gəlmə ehtimalı, o da 3də 1. R hərfin gəlmə ehtimalı 6da 1. Bu kombinasiya təkrarlanır. Yenə 3də 1 vurulsun, 3də 1 vurulsun, 6da 1. Bərabərdir. Bir dənə qaldı dördüncü sözümüz. Dördüncü sözümüz barandır. B hərfinin gəlmə ehtimalı 3də 1, A hərfinin gəlmə ehtimalı 3də 1, R hərfinin gəlmə ehtimalı 6da 1, A hərfinin gəlmə ehtimalı yenə 3də 1, N hərfinin gəlmə ehtimalı da bizim üçün 6da 1-dir. İndi yekunda bir-bir bunların hesaplamasına baxsaq. Birinci sözümüz olar ehtimalı 324də 1. İkinci sözümüzün ehtimalı olacaq bizim üçün 486-da 1-ə. Üçüncü sözümüzə baxsaq, 2916-da 1 ehtimal mümkündür. Dördüncü sözümüzə də baxsaq, 972-də 1 ehtimal olaraq hesablayırıq. İndi deyir ki, ən böyük 2 yığılma ehtimallarının cəmi. Ən böyük 2 rəqəmin bu olduğunu bilirik. Çünki kəsir böyüdükcə rəqəm kiçilir. Ona görə də ən kiçik kəsir deyirik. Məxrəc böyüdükcə rəqəm kiçilir. İndi burada məxrəci balaca olan bu 2 dənə rəqəmdir. Deməli, bunlar ən böyüklərdir. Yazırıq 324-də 1 üzərinə gəlinsin 486-da 1 olaraq nəzərə alacağıq. Ortaq vuruq burada 972 olar. 972-ni 324-ə böldüyünüz təqdirdə burada 3 dəfə düşəcək, burada 2 dəfə. 3-lə 2-ni də topladınız. Burada sürət 5 alındı. Bu iki ən böyük yığılma ehtimallarının cəmi. Bir də ən kiçikləri hesablayaq. Ən kiçik də bu ikisidir axı. 2916-da 1 üzərinə gəlinsin 972-də 1. Əziz tələbələr, ikisinə də ortaq vuruq elə 2916 olar. 2916-nı yazdıq.
Sürətdə alınır bizim üçün burada bir, burada da 3 dəfə alınsa, sürətdə də alındı bizə 4. Bu da 2 ən kiçik yığılma ehtimallarının cəmidir. Bizə deyir ən böyüklərlə ən kiçiklərin nisbətini hesablayın. Yəni nə edəcəyik? 972-də 5-i nisbət deyəndə böləcəyik 2916-da 4 yerinə onun sürət məxrəcinin yerini dəyişəcəyik. Birbaşa hesablayaq. 4-də 2916 olaraq hesablayacağıq. İndi yekunda burada ixtisarları yerinə yetirsək, təbii ki, burada 2916-nı 972-yə böləndə burada 3 qalacaq. Sürətdə 15 alındı, məxrəcdə də 4 alındı. 4-də 15 də bizim üçün B variantını ödəyəcək. Baxaq indi 17 nömrəli sualımıza. Bilirik ki, klassik çubuq dəstələrinə aid sualdır. Bunun da izahını öz YouTube kanalımda bölüşmüşəm. Əgər çətinliyiniz olsa, çubuq dəstələri deyə axtarıb YouTube kanalımda, səhifəmdə baxa bilərsiniz. İndi demişdik ki, burada hər zaman ən soldan başlamalıyıq və dəstələrə bölməliyik. Deyək ki, bizim üçün birinci dəstəmizi bölək. Birinci dəstəmiz üçün ən soldan başlasaq, 1-də başladıq, 8-də bitdi. Yazırıq 1,8. 8-in digər ucu buradadır. 8-də başladıq, 3-ə gəldik, yazdıq. 3. Sonra 3-ün digər ucunu axtarırıq. 3 burada başlayır, 1-ə geri qayıdır. 3-ü də 1-i də yazmışıq deyə təkrar yazmağa ehtiyac yoxdur. Birinci dəstə ilə işimiz bitdi deyə indi keçək istədə bilər. İkinci dəstəyi. 1 məşğuldursa 2-dən başlayacağıq. 2-dən başladıq, 12-yə qədər getdik. 2 vergül, 12 vergül. 12-dən təkrar başladıq. 7-yə doğru getdik, yazdıq. 7 vergül. İndi 7-dən buradan başladıq. 9-a doğru getdik, yazdıq. 9. 9-dan da qayıdır təkrar. 2-7-yə 9-u da 2-ni də yazmışıq. Təkrar yazmağa ehtiyac yoxdur. İndi keçək üçüncü dəstəmizi formalaşdırmağa. Üçüncü dəstəmiz üçün 1 məşğul, 2 məşğul, 3 məşğul, deməli 4-dən başlayacaq. 4-dən getdik 6-ya, 6-dan getdik 11-ə, təkrar 11-dən gəldik 5-ə, sonra da baxım görün 5-dən gəldik 10-a, yazdıq 10, ondan da qaydırıq 4-ə deyə onu da 4-ü də yazmışıq. Təkrara ehtiyac yoxdur. İndi sualda bizə nə deyir? Deyir ki, müəyyən edərək aid olan çubuqların nömrələri cəmi böyük olan dəstədən çubuq nömrələri cəmi kiçik olan dəstələrin nömrələri cəminin fərqini tapın. Yəni deyir ki, bu çubuqların nömrələri var ha. Ən böyük dəstə demir ha, cəmi ən böyük dəstə deyir bu sual üçün. Birinci cəmlərini tapaq. 1, 8, 3 cəmi bərabərdir bizim üçün 12. Buranı 12 tapdıq. 14, 21, buranın cəmi elədi 30. Sonra 10, 21, 26 buranı da cəmi elədi 36. Deyir ən böyük dəstənin çubuqlarının, yəni cəmi ən böyük dəstə bizim üçün 3 oldu. Ən kiçik dəstə də 1 oldu. Deməli 36-dan 12-ni çıxacaq, cavabımız 24-ə bərabər olacaq. Çünki sualda deyildi ki, cəmi böyük olan dəstədən çubuqların nömrələrinin cəmi kiçik olan dəstələrin nömrələri cəminin fərqini tapın. Burada da topladıq ən böyüyümüz 36 idi, ən kiçiyimiz 12. 36-dan 12 çıxdı, cavabımız 24-ə bərabər oldu. Baxaq 18 nömrəli suala. Biraz maraqlı suallardan biri idi, nisbətən də ağır sual idi. Baxın, suala sütunları üzrə baxanda bu iki ədəddən ortadakı rəqəm, yəni ədəd alınır. 11 ilə 43-ü toplayanda eləyəcək bizim üçün 54. 54-ü 2-yə böldüyünüz təqdirdə edir 27. 27-nin tərsi də eləyir 72. Burada da 12 ilə 30-u toplayanda 42. 42-ni 2-yə böləndə 21, tərsi də 12. İndi sualı tapmaq üçün 15 ilə 43-ü toplayırıq. 58, 58-i 2-yə böləndə 29, 29-un da tərsin 92 olaraq qeyd edəcəyik. Baxaq 19 nömrəli sualımıza. Görürsünüz, sol tərəfdəki fiqurların təbii ki, burada dönməsi, rəng dəyişməsi, güzgü əksi kimi funksiyalar əldə olunubdur. Təbii ki, burada hər bir simvol var və hər bir simvolun gördüyü işdə müxtəlifdir. Misal üçün, bu qara oxa baxsaq, qalın qara oxa. Burada sol tərəfdəkilər əsas, sağ tərəfdəkilər nəticədə onsuz. Sol tərəfdəki fiquru 90 dərəcə, 90 dərəcə. Saat əqrəbin əksinə döndürdüyü üçün sağ tərəfdəki fiquru alınıb. Bu sağa şəhadət barmağını tutmuş fiqurumuz isə soldakı fiqurun güzgü əksini əldə edərək sağa tapıbdır. Deməli, burada barmaq işarəsi bizim üçün güzgü mənasına gəlib çatır. Burada incə qalın ox hissəsi edə bilər. Sadəcə rəng dəyişmədi. Görürsünüz, qara ikən ağ olubdur. İndi bizə bir üçbucaq verilibdir. Bu üçbucaqda 3 dənə simvolda tətbiq olunur. Sıra ilə tətbiq edəsək. Burada gördüyünüz bu ox neyinidir? Saat əqrəbinin əksinə 90 dərəcə döndürür. 90 dərəcə döndürdük. Baxın, belə qara deyək də biz buna. Qara üçbucağı əldə elədik.
Sonra barmaq işarəsini edirdi, onun güzgəçisini əldə edirdi. Baxın, güzgəçisini əldə elədim, belə oldu. Hələ də qara rəngdədir. Və yekunda bu inci ox da qaranı ağ elədiyi üçün bu fiqurumuz hal-hazırda qara idi. O da ağaran zaman doğru variantımız C olacaq. 20 nömrəli sualımız əslində asan sualdır. Fikir verirsiniz, 4-ü, 5-i, 5-i, 6-nı toplayanda neçə eləyir? Bura 9, üzərinə də 11 gələndə 20 elədi. Yəni bilirik ki, məntiqdə ümumiyyətlə rəqəmlər, ədədlər deyək ki, bitişik 2 dənə rəqəmdən ibarətsə, onlara ayrı-ayrı da baxa bilərik. Yəni bitişik verilənlərə ayrı-ayrı verilənlərə də bitişik baxa bilmək haqqına sahibik. İndi burada nə olsun 45 və ya 56 verib? Mən buna tək-tək 4, 5, 5, 6 olaraq baxmaq haqqına sahibəm. Tək-tək rəqəmləri toplayanda cəmi eləyir 20. Baxın 20-ni yazıram, geri qalan 10 müəyyən olacaq sizlərə. 2, 8, 1, 9. Bunları toplayanda bu da 20 eləyir. Bax, nə istədiblər? 20-dən 10, 20-dən 10 əldə etmək üçün bölmək lazımdır 2-yə. Burada da 4, 1, 5, üzərinə 5 gələndə 10 elədi. Onu da 2-yə böləndə 5-ə bərabər olur. Burada 2 dənə qeyri-aşkar bir-birinə bərabər olub. Bu imtahanlarda, son imtahanlarda istifadə olunur. Niyəsini də göstərim. Baxın, 1, 7, 7, 3 rəqəmlər cəmi nə qədər edir bizim üçün? 18. Fikir verin, 18-i 2-yə böləndə əslində bunun cavabı 9-dur. Eyni şəkildə 1, 4, 6, 7 elədi bizim üçün 5, 11, 18. Bunu da 2-yə böləndə bu da 9 eləyir. Axı ikisi də 9-dur deyə nəticəsi bir-birinə bərabər etmək mümkündür buradakı kimi. İndi sualı həll eləmək üçün 6, 5, 11, 20, 24. 24-ü də 2-yə böldüyünüz təqdirdə cavabınız 12-yə bərabər olacaq. İndi baxaq əziz tələbələr 22 nömrəli suala. Burada nədən söhbət gedir? Buradakı fiqurumuz bu fiqur ardıcıllığına aid bəsit suallardan biridir. Fiqurumuz fikir verirsiniz, saat əqrəbinin əksi istiqamətində 90 dərəcə dönəndə sağdakı alınıb. Bu da dönüb 90 dərəcə bu alınıb, bu da dönüb 90 dərəcə bu alınıb. Amma dönən zaman bir dəyişiklik daha baş verir. Daxildəki fiqurlar müəyyən ardıcıllıqlar rənglərində dəyişirlər. İndi fiqurumuz deyək ki, baxın burada belə bir fiqurumuz var da. Baxın buradakı fiqur. Bu saat əqrəbinin əksi istiqamətində dönəndə necə olacaq? Belə. Ona görə elə bəri başdan D variantımız getdi. Bundan sonra fikir verirsiniz, bu bir dəfə qara olub, bir dəfə ağ olub. Bir dəfə qara olub, bir dəfə ağ olubdur. Bu kvadratdan söhbət gedir. Növbətində qara olmalıdır. Qara olacaq deyə A variantı da getdi. Bizim üçün doğru variant ya B-dir ya da C-dir. Bunu müzakirə edək. Baxın, sırf buradakı fiqura baxın, dairəyə aldım. Bir dəfə qara, sonra yenə qara, sonra yenə qara, sonra nə olubdu bizim üçün? Dönən zaman fikir verirsiniz. Yox, yanlış dedik, bağışlayın. Dönən zaman bizim üçün ağ olubdu. Fikir verirsiniz, qara, qara, ağ olubdu. Bir dönəmdə təkrar qara olub. Ardıcıllığı necədir? 2 dəfə qara, bir dəfə ağ. Deməli, indi yekunda da qara, qara, ağ, təkrar qara, deməli bir növbətində də qara olacaq. T-nın bu hissəsinə düşəcək. Buradakı fiqurda qara olacaq deyilə, bəri başdan C variantı doğru çıxır. B gedir, çünki burada ağdır. Biz geri qalanına baxaq da, indi axıra qədər getmişik. Ortadakı romba baxın, qara, ağ, qara, qara. Deməli, ardıcıllıq necədir? Qara, ağ, qara, qara. Deməli, bir dəfə qara olub, bir dəfə ağ, sonra ardınca 2 dəfə qara daha olubdur. İndi bir növbəti ardıcıllıqda təkrar ağaracaq, sonra təkrar qara olacaq. Belə-belə ardıcıllıq tamamlanır. Ona görə ortadakı rombumuz da bizim üçün ağ rəngdə olacaq. Bu da doğrudur. Digər baxın, onda mavi rənglə bölüm yaxşı seçin. Baxın, buradakı fiqurumuza baxın. Bir dəfə ağ olubdur, yazdım. Ağ rəngdə olubdur. Saat əqrəbinin əksinə döndüyü təqdirdə bir dəfə qara rəngdə olubdur. Sonra bir əksinə dönəndə təkrar qara olaraq qalıbdır. Bir əksinə döndüyü təqdirdə sonra ağarıbdır. Deməli, bir dəfə ağ, 2 dəfə qara. Bir dəfə ağ, deməli, növbəti içində də qara olacağı üçün, buradakı fiqurumuzda qara olduğu üçün hər 4 qanuna uyğunluğa görə də doğru variantımız Z-dir. İndi baxaq 23 nömrəli sualımıza. Qatlanan vərəqin kəsilməyidir. Təbii ki, bilirik ki, birinci haldan gəlib ikinci hala mərkəzdən sağdan sola doğru qatlanıb, bir də aşağısı yuxarısına qatlanıb. Yekunda da baxın, buradan bu hissəsi bura doğru qatlanıb, kəsiklər atılıbdır. Necə ki, qatlanaraq kəsilibsə, onun tam əksi olaraqdan cavab variantını əldə etmək üçün açaraq davam etməliyik. İndi neyniyək? Vərəqi baxın, bu versiyasına qaytaraq. Bu versiyasına qaytaran zaman baxın, belə bərpa eləyin. Biz bilirik ki, vərəq qatlanıb açılan zaman kəsiklər qarşı tərəfə güzgü əksi olaraq köçməlidir. İndi biz güzgü əksi olaraq köçürək. Deyək ki, burada nə var?
Bax, nə istəyə bilər? Kvadrat ortada tamamlanacaq. Buradakı kvadrat da gəlib tamamlanacaq. Burada ulduz var axı. Bu ulduz da gəldi köçdü bura. Vərəqin də aşağıya doğru bərpa eləsək, baxın, aşağı hissəsini, yəni bu hala gətirib çatdırıram. Bu hissəsini bərpa eləsək, baxın, burada yuxarıda ulduz var, aşağıya ulduz olaraq köçəcək. Biraz fiquru daha yaxşı çəkək ki, köçürmələrdə problem yaşamayaq. Burada yuxarıda ulduz var, aşağıya olduğu kimi köçəcək. Buradakı baxın, 2 dənə kvadrat güzgəç olaraq gəlib köçməlidir. Bir kvadrat qatlanmaya görə yaxında olduğu üçün bura, biri də gəldi. Bura yerləşdi. Bu plusda qatlanmaya görə bura gəlib yerləşdi. Baxın, bu fiqurun bizim üçün sol tərəfidir. İndi sol tərəfini diqqət yetir, biz cavab variantlarının onsuz çıxdaş eləmək haqqına sahibik. Misal üçün, A variantı yanlışdır, çünki ulduzların istiqaməti yanlış verilibdir. B variantı da yanlışdır. Heç buradakı ulduzlar verilməyib. Həmçinin burada kvadratların yeri yanlışdır. D variantında da burada ulduz yoxdur. Nağdı. Bu da bizim üçün getdi. Uğurlu variantımız onsuz C'dir. Təbii ki, bu fiquru tam ölçüsünə çatdırmaq üçün bir dəfə də sağa doğru açmalıyıq. Sağa doğru açanda burada ulduz var. Yanına köçdü. Burada gəlib bura görə ulduz düşəcək. Bura bir ulduzumuz düşdü. Burada bir ulduzumuz. Təbii ki, bu kvadratların da güzgəçsini yerləşdirsəz, bir kvadrat belə, bir kvadrat belə yerləşəcək. Aşağıda eyni qaydada istəyə bilər. Bir kvadrat bura gəlməlidir, biri də bura gəlməlidir. Bu da bizim üçün C variantını ödəyir. 24 nömrəli sualda fərqli olan variantı müəyyən etmək lazımdır. Görürsünüz, hər variantda bir dairə 3 dənə xətt var, amma bir fərqlilik mümkündür. Nədir? Baxın, A variantı, C variantı, D variantı hamısının ortaq xüsusiyyəti hər dairədən görürsünüz, daxilindən 2 dənə xəttdən keçməyidir. Bir dənə burada fərqlənən B variantıdır ki, dairənin mərkəzinə, yəni dairənin içindən cəmi bir xətt keçib. Geri qalan hamısında 2 xətt keçdiyi. Bir dənə B variantında bir xətt keçdiyi üçün doğru variantımız B olacaq. İndi baxaq 25 nömrəli suala istədə bilər. Demişdik ki, bu tip sualların həlli üçün, yəni dairənin yaradılmasında istifadəsi mümkün olmayan fiqurlar seçmək lazımdır. Bu tip sualları həll eləmək üçün ən böyük hissədən başlayıb onun içinə doğru yığaraq davam eləməliyik. Mən qıraqda çəkəcəyim, görəcəksiniz. Baxın, başlayıram 6 nömrə ilə. 6-nı götürsək, deyək ki, praktik olaraq əlimizdən çəkək də. 6 baxın, belə bir fiqurdur. Bu oldu bizim üçün 6. Əlst edə bilər. 6-nın daxilinə üstündə xəttiyyə 2 işlətmişik. 1-i istifadə edək. 1-i istifadə etdiyimiz təqdirdə necə olacaq bizim üçün? 1 hardasa belə bir fiqurdur da. Baxın, göz qərarı çəkdim. Bu da olsun bizim üçün 1 nömrəli fiqur. Baxın, 1 də işləndi. Sonra bizə lazım ola biləcək fiqurlardan. Baxıram, 5 nömrəli fiqura baxın. 5 biraz daha incədir axı. 5-i də gətirsəm, baxın, biraz daha incə olaraq yerləşdirdim bura. Bu da olsun bizim üçün 5. 5-i də qeyd elədik. Burada 8-ə bir dənə fikir verim, bu çəkdiklərimi x-ləyim. 8-ə baxın, tort dilimi kimi bir dilimdir. 8-i də gətirib, baxın, belə qeyd eləsəm. Bu da olsun bizim üçün 8. Burada tamamlandı. Baxın, bu qaraladığım yerdəki fiqura diqqət yetirsəz, bu birbaşa bizim üçün 3-dür. 3-ü də gətirdim, yerləşdirdim bura. Bir dənə qalıb, indi buraları biraz uduza birləşdirsək daha yaxşı görəcəksiniz. Bu boşluq hissəsini də əldə edə bilər. 7 uyğun gəlir. 7-ni də gətirib bura yerləşdirəndən sonra bizim üçün yerdə qaldı 2 ilə 4 xəttləri. Onun üçün də doğru variantımız C-dir. İndi baxaq 26 nömrəli suala. Bu sual da dəfələrlə dövlət qulluğunun imtahanında, həmçinin digər qurumların imtahanlarında da özünü əks etdirmiş suallardan biridir. İndi sualın həlli üçün əsas fokuslanmalı olduğumuz nədir? S tələbələr. Burada görürük ki, güllə kimi bizim üçün fiqurlar verilib. Bu verilən fiqurların mərtəbələrinə baxmamız bizim üçün mütləqdir. Baxın, bu deyək ki, dairə içində plus olan. Bu ikinci mərtəbədə yerləşir. Mən bunu 2 desəm, 2-nin kvadratı 4 eləyir axı, 2-nin qüvvəti 2. Deməli, ortasında plus olan bizim üçün 2-dir. Ortasında x olan dairədən söhbət gedir. Fikir verirsiniz, 3-cü mərtəbədədir. 3-ün üzəri 3 eləyir 27. Burada gətirdik, 3 dəyərini verdik. Dairə içində dairə, dairə içində dairə. Bərabərdir. Görürsünüz, 4-cü mərtəbədə yerləşibdir. 4-ün üzəri 4 bizim üçün 256 verirdi. Buna da 4 deyək. Bir dənə qaldı dairə içində yarım diaqonal deyək ki,
Bu da bərabərdir bizim üçün 5-ci mərtəbədə yerləşibdir deyə. Buna da 5 deyə bilərik. 5-in üzəri 5 bərabərdir 3125-ə. İndi bu tapdığımızı təbii ki, yoxlamalıyıq. Misal üçün bizə bir dənə örnək verilir. Bu örnək üstündən geçsək. Dairə içində dairə. Həsr edə bilər. Bu 4-üydü. Burada 5-ci mərtəbədəki 5-dir. Yazıram 4-ün qüvvəti 5 bölünsün. Bu bizim üçün 2 idi. Dairə içində dairə isə bizim üçün 4 olacaq. 2-nin qüvvəti 4. Çıxılsın. Buradakı həsr edə bilər. Deməli, dairə içində dairə. 4 qüvvəti 4. 4-ün qüvvəti 4 bölünsün. Bu 2 idi, bu da 3 idi bizim üçün. 2-nin kubuna bərabərdir. Deməli, dairə içində dairə. Bu 4-dür, bu 5-dir, bu 2-dir, bu da 5-dir. O da bərabərdir. 4-ün qüvvəti 5 bölünsün 2-nin qüvvəti 5-ə. İndi doğruluğunu yoxlayaq. 4-ün qüvvəti 5-i bilirsiniz ki, 4-ün özü 2-nin kvadratıdır. Onun da qüvvəti 5 deyəndə 2-ni 5-ə vurub 10 olaraq dəyərləndirmək olur. 2-nin qüvvəti 10 bölünsün 2-nin qüvvəti 4 çıxılsın. 2-nin qüvvəti 8 bölünsün 2-nin qüvvəti 3 bərabərdir. Buranın da 2-nin qüvvəti 10 bölünsün 2-nin qüvvəti 5-ə. Sadələşdirdim ki, hesablamaq daha asan olsun. Ondan 4 çıxsayacaq, qalacaq bizim üçün 2-nin qüvvəti 6 çıxılsın. 2-nin qüvvəti deməli, bura 8, burada 3-dür. Burada qalır 2-nin qüvvəti 5 bərabərdir 2-nin qüvvəti 5-ə. 64-dən 32 çıxanda bizim üçün 32-yə bərabər. Deməli, tam olaraqdan doğru dəyərləndirmişik. İndi sualın həllinə fokuslanaq. Bizə verilənə baxaq. İndi buraları bir dənə silim ki, hesablamalarımızı yerinə yetirək. Hı -hı. Deməli, əldə edə bilər. Getdik. Dairə içində dairə bizim üçün 4 dəyərin verirdi. Ortasındakı baxın x-i fikirləşək. X nə idi bizim üçün? 3 idi. İndi gətirdim yazdım. 4-ün kubu bölünsün. Burada 2 idi axı. Bu 2-nin qüvvəti 2 çıxılsın. Bura 5 idi bizim üçün. Burada 4 idi, 4 idi, 4 idi. Bölün çıxılsın. 4-ün qüvvəti 5 bölünsün 4-ün qüvvəti 4-ə. Bərabərdir. Birinci bunu hesablayaq, sonra variantlarından təyin edərik. 4-ün kubu axı bizim üçün 2-nin qüvvəti 6-dır. 2-nin qüvvəti 6-nı 2-nin qüvvəti 2-yə böləndə 2-nin qüvvəti 4 çıxılsın. 5-dən də 4 çıxanda 1 qalır deyə də 4 olaraq hesablaya bilərik. 2, 4, 8, 16. 16-dan da 4 çıxanda cavabımız 12-yə bərabərdir. Bununla bitdimi təyin edə bilər? Təbii ki, xeyr. Burada bir də bizim üçün nə etmək lazımdır? Cavab variantına baxmaq lazımdır. Görək bizim üçün ən uyğun variant hansıdır? B variantına fikir versəz, dairə bizim üçün 4 idi, axı dairə içində dairə. Deməli, 4-ün qüvvəti plusda 2 idi. 2 çıxılsın, 2-nin qüvvəti 2 bərabərdir. 16-dan da 4 çıxanda 12 elədiyi üçün bizim üçün düzgün variant B variantı olacaq. Baxaq 27 nömrəli suala. Bu sual tipinə dair də geniş bir video izah kanalıma yerləşdirmişəm. Oradan izləyə bilərsiniz. İndi bilirik ki, burada hər bir simvolun gördüyü işlər fərqlidir. Plus misal üçün hərflərin yerini qarışdırıb, smailik həm yerini qarışdırıb, həm kiçildib, üçbucaq isə həm yerini qarışdırıb, həm də böyüdüb. İndi birinci biz baxmalıyıq görək qarışdırma necə baş veribdir. Bunun üçün birinci biraz sualı böyütməyə ehtiyac duyuram. Buradan diqqət yetirsək. Deməli, əziz tələbələr, baxın, buradakı sıralamamız necədir? Bu 1, 2, 3, 4, 5 desək. Buradakı qarışıqlıq necə yaranıb? Bu 3-cü hərfdir, L 5-ci hərfdir, I 4-cü hərfdir, A 2, bu da 1. Sonra kamildə də yenə 1, 2, 3, 4, 5 yazsaq, qarışdırmaya baxsaq, 2-ci hərf gəlib, sonra 5-ci hərf gəlib. K hərfi bizim üçün 1-dir, M hərfi 3-dür, I hərfi isə 4-dür. İndi bunu üçbucaq üçündə tətbiq eləyək. 1, 2, 3, 4, 5. K hərfi birinci, ikinci, L hərfi beşinci, I dördüncü, M hərfi də üçüncü olur. İndi burada nə isə bir dənə söz var imiş. Bu sözdə hərflərin yeri qarışdırılaraqdan da bu əldə olunub. İndi bizə maraqlı olan görək bu hansı sözdür? Bunu tapmalıyıq. İndi bir dənə diqqət eləməli olduğunuz birinci variantlardan təyin eləmək onsuz çox vaxt alır. Sadəcə bircə dənə diqqət yetirməli olduğunuz nüansı deyəcəm. Bu sual işarəsinin yerindəki bu böyük hərf olub, yoxsa balaca hərf? Deyək ki, buradakı böyük hərfdir. Bu plus olduğu kimi böyük saxlayıb.
Smalik onu balacalaşdırıbdı. Üçbucaq təkrar böyüdüb, hə, cavabda böyük alınıb. Deməli ki, elə bizə burada sual işarəsinin yerində olacaq hərf kombinasiyası böyük hərflər olmalıdır. İndi özümüzdən hər hansısa bir sözü yazaq. Olsun bizim üçün yazacağımız söz. Əziz tələbələr. Sabir sözü olsun. 5 hərfli bir söz maraqlıdır. Mən izah edəndə tələbələrə qeyd eləmişdim ki, siz özünüzdən hər hansı bir söz götürün, mərkəzə yazın, yekuna baxın görək bu hərflərin yeri necə qarışdırılıbdır. Ona istinad olaraqdan da bu hərflərin əvvəlki versiyasını tapmış olursunuz. İndi Sabir yazdım, onun üstünə 1, 2, 3, 4, 5 yazdım, düz deyilmi? Bunun hərfləri necə qarışdırılacaq? Birinci plusu tətbiq eləyəcəm axı. Olacaq 35421. Təbii ki, onu da əvvəlcədən yazmışıq deyə görürük. Deməli 3 başda gəlsə B hərfidir, 5 ardınca gəlsə R hərfidir, 4 gəlsə İ hərfidir, 2 gəlsə A hərfidir, 1 gəlsə S hərfidir. Yeni əldə elədiyimiz sözümüz budur. Yazdım bura B, R, İ, A, S. Düz deyilmi? İndi bir də buna smaliki tətbiq eləyəcəm. Təbii ki, sırası yenədən sıfırlanır. 4, 5 olur. Bərabərdir. İndi smaliki tətbiq eləyəndə bu nə olmalı? 25134. 25134. İndi ikinci hərf başda gəlsin R hərfi, S hərfi, B hərfi, üçüncü gəlsin İ hərfi, dördüncü gəlsin A hərfi. Yeni sözümüz budur. Deməli R, S, B, İ, A. Buna da 1, 2, 3, 4, 5 yazsaq, ən yekunda da üçbucaq necə qarışdırır? Üçbucaq deyilir 12543. 12543. Deməli, R ilə S olduğu kimi qalsın. 5 bizim üçün A-dır, 4 ilə 3 də bizim üçün İ-dir, bir də B-dir. İndi əziz tələbələr, ilk sözümüz buydu, Sabir. Sabirdən nəyə gəldik çıxdıq artıq? R, S, A, İ, B gəldik çıxdıq. Sıra nədirsə dəyişib. 1, 2, 3, 4, 5. Burada R hərfi 5-ci gəlib əvvələ. Sonra birinci hərf, sonra ikinci hərf, İ hərfi bizim üçün. Dördüncü, B hərfi də bizim üçün üçüncü. Deməli, bunun sıralaması necə imiş? 5, 1, 2, 4, 3. İndi düzəltsək. Birinci hərfi başda yazsaq, C, ardınca D gəlsə, ardınca A gəlsə, sonra ardınca Y gəlsə, ardınca da B gəlsə. C, D, A, E, B. Bizim üçün doğru variantımız D-yə bərabər olacaq. Təkrar qeyd elədiyim kimi, mövzuda qaranlıq qalan bir şey varsa, YouTube kanalımda şifrələrin yeni tipi aid videoya baxmanızı tövsiyə edirəm. Baxaq 28 nömrəli suala. Verilən nümunədəki məntiqi əlaqəyə görə natamam cütü analoji tamamlamaq lazımdır. Libretto mətin yazılıbdır. Biz librettonun bilirik ki, poetik mətindir. Yəni libretto deyəndə mətin başa düşürüksə, çalğı deyəndə də musiqi başa düşəcəyimiz üçün doğru variant A-dır. İndi baxaq 29 nömrəli sualımıza. Qəbullarda düşmüş maraqlı test növlərindən biridir. Deyir, bir tədbirdə 5 zabit, Pərviz, Nadir, Vaqif, Akif və Əhməd iştirak edirdilər. Birinci olaraq əziz tələbələr bu adları qeyd edək. Olsun Pərviz, Nadir, Vaqif, bir də Akif. Akif, bir də Əhməd var. Gətirdik bunlara qeyd elədik. Təbii ki, bu tip sualları cədvəl qrup həll etmək daha məqsədə uyğun olur ki, sualların həllinə qarışdırmayasınız. Cədvəlimizi quraq. Bir, 2, 3, 4 və 5 hissəyə böləcəyik. Cədvəlimizi yaratdıq. Bir dənə də yuxarıdan yer ayıraq özümüz üçün. Baxaq indi əziz tələbələr. Bunlar nədir? Deyir, zabitlərdən biri tankçıdır. Bura gətirdim, baxın, tankçını yazdım. Bu olsun tankçı. Deyir, biri artilleriyaçıdır. Gətirdim, yazdım. Sonra biri təyyarəçidir. Biri rabitəçidir. Gətirdim, rabitəçini də qeyd elədim. Biri də mina axtarandır. Gətirdim, mina axtaranı da yazdım. İndi verilənlər əsasında mətni gəlin təhlil eləyərək yazaq. Baxın, əziz tələbələr. Bizə qeyd olunub ki, onlardan birinin rütbəsi kapitandır,
Birinin polkovnik, üçünün isə mayordur. Deməli, bir dənə kapitan, bir dənədir. Polkovnik bir dənədir. Mayor isə 3 nəfərdir. Bunu da yazaq ki, qıraqdan unutmayaq. Və deyir ki, mayorun rütbəsi kapitandan yuxarıdır. Mayorun rütbəsi kapitandan yuxarıdır. Yuxarı polkovnikdən isə aşağıdır. Polkovnikdən də aşağıdır. Bu məlumatların hamısını yazandan sonra zabitlər haqqında aşağıdakı məlumatlar verilir. Deyir, Pərvizin rütbəsi ilə onun mina axtaran dostunun rütbəsi eynidir. Pərviz mina axtaranla eynidirsə, yəni rütbələri, dostu da həmçinin mina axtaran. Deməli, Pərvizin özü, əziz tələbələr, mina axtaran deyil. Və iki nəfər eyni rütbəni daşıya biliblərsə, həm mina axtaran mayordur, həmçinin Pərviz də mayordur. Nəyə görə deyirik? İki nəfər eyni rütbə ola bilirsə, bu ancaq mayor olar. Çünki kapitan, polkovnik bir nəfərdilər. Pərvizin rütbəsi ilə onun mina axtaran dostunun rütbəsi eynidir. Baxın, bu cümləni tam olaraq yazdıq. Başqa heç nə bizə lazım deyil. Rabitəçi Zabit və Nadir yaxın dostdular. Baxın, rabitəçi ilə Nadir yaxın dostdularsa, Nadir əziz təbələr, rabitəçi olası deyil. Nadir də rabitəçiyə minusu qoydu. Bunu da elədik. Təyyarəçi Zabit, Vaqif və Akif birlikdə Nadirin qonağı oldular. Baxın, əziz tələbələr, təyyarəçi, Vaqif, Akif və Akif birlikdə Nadirin qonağı oldular. Deməli, nə buradan Vaqif təyyarəçidir? Təyyarəçidə Vaqifə minusu qoydum. Nə Akifdir təyyarəçi olan, nə də Nadirdir. Çünki təyyarəçi ayrı bir adamdır, onun yanında Vaqifi də götürüb, Akifi də götürüb gediblər Nadirin qonağı olmalı. Deməli, bu üçü də bizim üçün təyyarəçi olası deyil. Gətirdik bu şərti də eləyəndən sonra üstündən xətt çəkək. Deyir, bir də artilleriyası və mina axtaran eyni vaxtda radio qəbul edicilər sıradan çıxdı. Onların xahişi ilə Akif rabitəçi olmasa da, Akif deməli istəyirlər, rabitəçi olmasa da, radio qəbul edicilərin nasazlığı aradan qaldıra bilmişdi. Hə, demək artilleriyaçı ilə mina axtaran radio qəbul edicisi xarab olub. Akif gəlib onlara köməklik göstərib. Deməli, Akiflə artilleriyaçıdır. Akifdə artilleriyaçıya da minus qoyduq. Mina axtaranda da minus qoyduq. Və bu şəkildə Akifin onsuz ixtisasını tapdıq. Yəni sahəsini tapdıq, ixtisas deyirəm. Akif deməli tankçıdır. Burada minus qoyduq, burada minus, minus, minus olaraq dəyərləndirik. Nadir uşaqlıqda mina axtaran olmaq istəyirdi. Lakin sonralar dostunun məsləhəti ilə başqa sahə seçdi. Deməli, Nadir mina axtaran deyil. Nadirə gətirdiyim mina axtarana da minusu qoydum. Deməli, Nadir nədir tələbələr? Artilleriyaçıdır. Minusu qoyduq, minusu qoyduq, burada minus qoyduq. Deyir ki, Pərviz Akifdən. Pərvizin sahəsi nədir? Mayordur. Pərviz deyir Akifdən, Vaqif isə Nadirdən rütbəcə yüksəkdir. Pərviz mayordursa, mayor nədən rütbəcə yüksəkdir? Kapitandan. Deməli, Akif kapitandır. Akifə gətirdim, kapitanı qoydum. Baxın, kapitan qurtardı. Mayorun biri getdi. Bunları bilirik. İndi bizə deyir ki, Vaqif isə Nadirdən rütbəcə yüksəkdir. Vaqifin Nadirdən rütbəcə yüksək olmaq üçün gərək Vaqif burada polkovnik olsun. Nadir isə mayor olsun. Yəni əlimizdə qalan tək şərt bunlardır. Vaqif isə Nadirdən rütbəcə yüksəkdir. Vaqifə gətirdiyim polkovniki qoydum. Vaqif bizim üçün polkovnikdir. Bu kapitandır. Nadirdən deyir rütbəsi yüksəkdir. Nadir də deməli, əziz tələbələr, mayordur. Deməli, avtomatikman Əhməd də mayordur. İndi bura qədər yazmışıq. Qayıdaq gələk. Baxın, birinci cümlədə əsas bir nüans var idi. Deyir Pərvizin, hətta buranı silim ki, daha yaxşı görün. Deyir ki, Pərvizin rütbəsi ilə onun mina axtaran dostunun rütbəsi eynidir. Pərvizin rütbəsi ilə onun mina axtaran dostunun rütbəsi eynidir. Mina axtaran mayoru idi axı, əziz tələbələr. İndi Pərviz onsuz mina axtaran ola bilmir. Nadir də mina axtaran ola bilmir. Mayorlara baxıram. Hə, deməli bizim üçün mina axtaran mayor bir nəfər qalır, o da Əhməd ola bilər. Onda burada minusu qoydum, burada minusu qoydum, burada minus oldu. Avtomatikman Vaqif bizim üçün rabitəçi olacaq. Burada minusu qoydum. Deməli Pərviz də avtomatikman təyyarəçi olacaq. İndi bizdən deyir ki, verilənlərə əsasən uyğunluğu müəyyən edin. İndi baxın, əziz tələbələr, kapitan bizim üçün nədir? Kapitan, baxıram, Akifdir, o da tankçıdır. Tankçı nədir? A-dır. 1-ə gətirdim, A-yı yazdım. 2-də yazıb mayor. Mayorların baxaq vəzifələri nədir? Mayorlardan biri təyyarəçidir. Düz deyilmi? Biri mayorlardan artilleriyaçıdır.
Mayorlardan biri də mina axtarandı. Bu üçüdür. Deməli, baxsaq, artreliyaçı bizim üçün mayor idi da, düz deyilmi? 2-ni yanına gətirdik, B-ni yazdıq. Sonra bizim üçün təyyarəçi idi. Təyyarəçi baxaq görək C-dir. Yanına C-ni də yazdım. Bir də mina axtaran idi. Mina axtaran isə bizim üçün Y-dir. Gətirdik, Y-ni də bura yazdıq. A, B, C, Y getdi. Onsuz polkovnikdə avtomatikman D qalır ki, biz zaten polkovniki rabitəçi olaraq tapmışdıq. Buradan görürük. Deməli, 1A oldu, 2B, C, Y oldu, 3 də D-yə bərabər oldu. Əziz tələbələr, indi də baxaq sizlərlə birlikdə 30 nömrəli suala. Akvarium məsələsidir. Düşünürəm ki, heç kəs üçün çətinlik törədə biləcək bir mövzu deyil. İndi gəlin sizlərlə birlikdə həll eləyək. Burada görürəm ki, baxın, başlanğıc nöqtəsi olaraq 2-dən başlamaq bizə köməklik göstərəcək. Çünki dümdüz bir sütundur, heç bir ara kəsməsi yoxdur deyə su gəlib aşağıya çökəcək. Mən dolu xanaları dairə ilə, boş xanaları isə x-lə ifadə eləyəcəm. Deməli, dolu xanalar ən aşağıdan 2 dənəsidir. Geri qalan 10 sütunda boş olaraq tapırıq. Niyə? Çünki 2 dənəsi doludursa, geri qalanı boşdur. Dolunun yanı boş ola bilməz, dolunun yanı dolu olacaq. Boşun da yanı dolu ola bilməz, boşun da yanını boş olaraq qeyd eləyəcəyik. İndi buradakı 3-ə fikir versəz, 3 dənə dolunu tapmışıqsa, geri qalanı bizim üçün boş olacaq. Boş xananın üstü dolu ola bilmir deyə boşun üstünü də boş olaraq elan eləyəcəyik. Bundan sonra buradakı 1-ə fokuslansaz, 5 dənə boşu tapmışsa, bura doludur. Dolunun yanı boş ola bilməz deyə dolunun yanı doludur. Dolunun aşağısı boş ola bilməz deyə dolunun aşağısı da doludur. Buradakı 5-ə fikir versəz, bir dənə boşu burada tapmışıq deyə geri qalan 2 dənə xana da dolu olacaq ki, 5-i də dolu olsun. Buradakı 2-yə görə yerdə 2 dənə xana qalıb, bunlar su ilə dolacaq, bunu da tapdıq. Sonra fokuslana biləcəyimiz buradakı 5 ola bilər ki, bir dənə boşu tapmışıq sütunda, geri qalanı deməli doludur. Dolu xananın yanı boş ola bilməz, dolu xananın yanı da doludur. Bunları da işarələyək və beləcə əziz tələbələr. Buranı yanlış yazdıq. 2 dənə dolunu tapmışdıq deyə burada boş olur bizim üçün. Burada boş olur. Beləcə sualı yekunlaşdırdıq. Doluların yanına, boşların yanına nə yazacağıq? A misal üçün doludur. 1-in yanına yazırıq. B boşdur. 2-nin yanına yazırıq. Sonra C doludur. Buraya yazırıq. D bizim üçün boşdur. Buraya yazacağıq. Y də bizim üçün dolu olduğu üçün buraya yazacağıq. 1 A, C, Y olacaq. 2 də B-dir. Yəni doğru variantımız C-dir. İndi baxaq 31 nömrəli suala. Atanın yaşı, yəni yaş məsələsindən söhbət gedir. Atadır və 2 oğludur. Deməli, əziz tələbələr, ata yazıram. Bir də 2 oğul yazıram. Əgər yaş məsələsində çətinliyiniz varsa, bu mövzuya da dair ətraflı video izah çəkmişəm. YouTube kanalımdan baxa bilərsiniz. Deyir atanın yaşı 2 oğlun yaşları fərqindən 10 dəfə çoxdur. Atanın yaşını x yazıram, 2 oğlun yaşları fərqinə birbaşa y yazıram. Deyir atanın yaşı 2 oğlun yaşları fərqindən 10 dəfə çoxdur. Mən indi 2 oğlunun yaşları fərqini 10-a vurub atanın yaşı ilə bərabərləşdirəcəm. Yazacağım ki, x bərabərdir 10 y-ə. Hamının ağlında sual yarana bilər ki, bəs müəllim, atanın yaşı çox idi, siz oğlun yaşını ona vurdunuz. Düşünün ki, atanın yaşı 40-dır. 2 oğlun yaşıdır, fərqi də deyək ki, 4-dür. Mən burada bərabərlik təyin eləmək üçün kimi ona vurmalıyam? Balaca olanı ona vurmalıyam ki, bərabərlik olsun da. Biz də burada balaca olan 2 oğlun yaşları fərqini ona vurduq ki, atanın yaşı ilə bərabərləşsin. Nöqtəni görəndən sonra cədvəli təzəliyirik. Bura x olur, bura y olur. 5 il sonra deyəndə atanın yaşı 5 yaş artır, amma oğulların yaşları fərqi dəyişmir. Çünki yaşlar fərqi heç bir zaman dəyişməz. 5 il sonra isə atanın yaşı oğulların yaşları fərqinin 11 mislindən 1 vahid çox olacaq. Üzərinə gəlinsin 1. İndi yenə burada bir bərabərlik təyin elədik. Burada da x plus 5 bərabərdir. 11y plus 1 olaraq hesablayacağıq. Artıq bu sualı hesablamaq çox asandır. X-in dəyəri 10y-dir deyə gətirib yerinə yazırıq. 10y bərabər, hətta 11y də sola ataq. Və belə saxlayaq, yekunda hesablayarıq. 5 bərabərdir 11y plus 1-ə. 10y-i sağa atsaq 1y qalır bizim üçün, 1-i də sola atsaq 4 qalır. Deməli, y bərabərdir 4 dəyərini hesabladıq. Y 4-ə bərabərdirsə, onu 4-ə vuranda atanın da yaşı 40-a bərabərdir. Atanın indi yaşı neçədir? Atada x olduğu üçün 40-a bərabərdir.
İndi baxaq 32 nömrəli suala. Sualın həlli üçün 14 və 16-dan 37 əldə eləməliydiniz. Biz məntiqdə dəfələrlə dediyimiz kimi ədədin rəqəmlərini ayrı-ayrı baxa bilməliyik. Burada 4 ilə 1 toplanır 5 kimi baxılır. Burada 1 ilə 6 toplanılır 7 kimi baxılır. 5'in kvadratı 25, 7'nin kvadratı 49. 25 ile 49'u toplayanda 74, 74'ü de 2'ye böləndə 37 bərabər olur əziz tələbələr. Burada 8 ilə 1'in cəmi 9, burada 5 eləyir 4 ilə 1'in cəmi. 9'un kvadratı 81 ilə 5'in kvadratı 25'i toplayanda 106 eləyir. 106'nı da 2'ye böləndə 53. Eyni qayda bura 4'dür, bura 8'dir. 16 ilə, yəni 4'ün kvadratı 16 ilə 8'in kvadratı 64'ü toplayanda 80 edir. 2'ye böləndə 40'a bərabərdir. Yekunda sualı tapmaq üçün 2 ilə 3'ün cəmi bura 5, burada 7 olaraq baxacağıq. 5'in kvadratı 25 üzərinə gəlsin. 7'nin kvadratı 49, 74 olur. Onu da 2'ye böldüyümüz təqdirdə cavabımız 37 olacaq. İndi baxaq 33 nömrəli suala. Yenə tənliklərə aid maraqlı və sadə suallardan biridir. Qəbul sualları siyahısındadır. 2K bərabərdir L dəyərini əldə edirik. 2L bərabərdir M dəyərini verir bizim üçün. 2M də bərabərdir K kvadratına. İndi əziz tələbələr, bu sualın həlli üçün çox maraqlı bir məqam var. L'in dəyəri 2K olduğu üçün buradakı L'in yerinə 2K yazanda 2 vurulsun L'in yerinə 2K yazıram. 2K bərabərdir M-ə. Buradan da tapırıq ki, M bərabərdir bizim üçün 4K-ya. M'in 4K dəyərini burada əvəzləyirəm. 2 vurulsun 4K bərabərdir K kvadratına. 8K bərabərdir K kvadratıdırsa, K ilə kvadrat ixtisar etdi. K bərabərdir 8 olaraq hesaplamış olduq. Növbəti sualımız 34. Sual işarəsinin yerinə uyğun gələn variantı müəyyən eləməliyik. Aşağı operatorlara aid sadə növdə testlərdən biridir. Bilirsiniz ki, sol tərəfdəki operatorları sol tərəflə, sağ tərəfdəki operatorları sağ tərəfdə ilə əlaqələndirmək lazımdır. Mötərizənin içinə baxsaq, A-nın dəyəri 9, B-nin dəyəri 26, X-in dəyəri 2-nin qüvvəti -1, yəni 2-də 1, Y-də 3 üzəri -1, yəni 3-də 1 olaraq hesablanacaq. Birinci baxsaq, mötərizə daxilində baxın. 2A deyilib. A-nın dəyərin yerinə nə yazacağıq biz əziz tələbələr? A-nı 9 olaraq görürük. 2 vurulsun 9, buranı 18 olaraq yazaq. 18 çıxılsın 2. Mötərizə bağlanır. Qüvvətində x yazılıb. X nədir bizim üçün? 2 üzəri -1, yəni 2-də 1. Sonra burada vergülü qoyaq. Növbəti mötərizədə B plus 1 verilibdir. B-nin dəyəri bizim üçün 26-dır. Üzərinə də 1 gələndə 27. Onun da qüvvətində Y verilib. Y də 3 üzəri -1, yəni 3-də 1-dir. Bunu da hesablasaq. 18-dən 2 çıxanda 16 qalır. 16-nın qüvvəti 2-də 1, yəni 16-ya ikinci dərəcə kök almaq, yəni 4 dəyəri verəcək. 27-dən də 3-cü dərəcə kök alsaz 3-ə bərabər olduğu üçün cavab 4, 3 olan B variantı olacaq. 35 nömrəli sualımız dəqiq saat mövzusuna aiddir. Bilirik ki, DİM son imtahanları ilə birlikdə test-test saat suallarına müraciət edir. Deyilir ki, dəqiq işləmiş əqrəbli saat 16:00 göstərəndən 200 dəqiqə sonra onun yalnız dəqiqə əqrəbi 13 dəqiqə ərzində hərəkətsiz qalmış, ardınca isə əvvəlki sürətlə hərəkətini davam etmişdir. Bundan sonra əqrəblərin üst-üstə düşmə anının reallıqda hansı vaxta uyğun olduğunu müəyyən edin. Burada birinci formulumuz bizim üçün x dərəcə bərabərdir 11 vurulsun dəqiqə çıxılsın 60 vurulsun saatdır. Əziz tələbələr, qısa olaraq bəhs edəcəyəm. Bu düstur bizə saat əqrəbi ilə dəqiqə əqrəbi arasındakı bucağı təyin etmək üçün köməklik göstərir. Bilirik ki, saat bir dairəvi hərəkət olduğu üçün bura daxili bucaqların cəmi 360 dərəcədir və yəni bizə oradakı o saatla dəqiqə əqrəbi arasındakı bucağı tapacağıq. Saat 16:00-ı sadələşdirək də 16-nı 4 kimi dəqiqəndə olduğu kimi saxlaya bilərik. Yəqin ki, gündəlik həyatımızda hamımız bilir. Yəni 16-ya biz saatını deyirik, günorta 4 deyirik, 21-i axşam 9 deyirik. Bunu da təbii ki, saatdan 12 çıxaraq tapırıq. Misal üçün 22-yə niyə 10 deyirik? 22 çıxılsın 12 bərabərdir ona. Bu da bərabərdir əziz tələbələr. Deməli, burada modulda mənfi çıxmamaq üçün 11 vurulsun, dəqiqəmiz 0-da vuruldu 0-a çıxılsın. 60 vurulsun, saat da 4-dədir axı, vurulsun 4-ə.
bölünsün 2-yə əldə edə bilər. Bu onsuz sıfırdır, bunun bir mahiyyəti yoxdur. Burada da 30-u 4-ə vursaz, tapacaqsınız ki, 120 dərəcə. Deməli, x dərəcəniz 120 oldu. Artıq burada xarab olan saatda ikinci formul işə düşür. X dərəcə üzərinə gəlinsin. 6y bərabərdir 5 tam 10-5 dəqiqəyə. X dərəcəni 120 olaraq hesabladınız. Üzərinə gəlinsin. Y dayanmanı göstərir burada. Dayanma olaraq 13 dəqiqə ifadə olunubdur. 6 vurulsun. 13 bərabərdir 5 tam 10-5 dəqiqəyə. 120'nin üzerine gelirsiniz. Altını 13'e vursaz eləyər 78, üzerine de 120 gelse 198. 198'i 5,5'e böləndə dəqiqəni də 36 tapmış olursunuz. Yəni saat 16:00 idi, 36 dəqiqə keçdisə saat 16:36 olacaq. Burada real saat soruşulduğu üçün 16:36 olaraq da cavabınız qalacaq. Əgər real saat soruşulmasaydı, sadəcə saat və dəqiqə rəqəminin üst-üstə düşdüyü an soruşulsaydı, 36-dan 13 çıxaraq 23 yaza bilərdiniz. Amma real saat soruşulduğu üçün 16:36 olaraq qalacaq. 36 nömrəli sual bizim üçün şahmat sualıdır. Olduqca sadə növdə testlərdən biridir. Qısaca sizlərə bəhs eləyim. Burada belə bir fiqur verilibdir. 8-in 8-ədir, yəni 64 dənə xanadan ibarətdir. Burada 32 xana ağ, 32 xana isə qara da əldə edə bilər. Sizə burada sadəcə soruşulan hansı fiqur özü-özü ilə birləşib bu şahmat taxtasının daxilinə boşluqsuz doldura bilər və fiqurlar istiqamət olaraq dönmək haqqına sahibdir. Yəni 1 ilə 2-ni örnək verirəm, cütləşdirməyəcəksə, örnək verirəm. 1 özü-özü ilə fırlanıb birləşib şahmat taxtasının daxilini doldurmalıdır. Və 1 bizim üçün uğursuz fiqurda əldə edə bilər. Niyə? Burada məsələn 1-ə fikir versəz, bura qara, bura ağ, hara yerləşdirmək olar? Baxın, belə bir yerləşdirmə aparmaq olar. Belə bir yerləşdirmə aparsanız, burada boşluq qalır axı. Bura heç bir fiqur üstünə düşmür deyə. Bir bəri başdan bizim üçün yanlış olacaq. Heç baxmağa belə ehtiyac yoxdur. 2 isə baxan kimi uğurlu olduğu görünür. Niyə? Məsələn, fiquru deyək ki, ağdan başlasaz. Bunu necə dəyərləndirə bilərsiniz? Bunu bir saat əqrəbi istiqamətində 90 dərəcə döndürürəm. 90 dərəcə döndürəndən sonra baxın, alınan fiqur bizim üçün budur. Gətirdim, bura çəkdim. Bu bizim üçün alınan fiqurdur. Bəs indi bir də nə etmək olar? Bu fiquru bu hal-hazırki halından 90 dərəcədə saat əqrəbinin əksi istiqamətində hərəkət elətdirib. Baxın, digər fiquru da gətirib bunun yanına birləşdirə bilərsiniz. Görürsünüz, 2 dənə fiqur birləşib, bu fiqurun, yəni şahmat taxtasının 4də birini doldurdu. 4də birini doldurdusa, eyni qaydanı izləyərək yerdə qalan 4də üçünü də dolduracağı üçün 2 uğurludur. Sonra gəlin 3-ə baxaq sizlərlə birlikdə. 2 bizim üçün plusumuzu yazıq. 3-ə baxsaq, 3-də bura qaradır. Qaradan başlasaq 4 dama yan-yana. 1, 2, 3, 4. 4 damanı gətirdi 8. 2 belə gəldi. 1 yuxarı, 1 belə, 2 də yuxarı. Fiqurumuz baxın buradakı kimidir. Amma fikir verirsinizsə, mən bunu hansı istiqamətdə döndürürəmsə döndürüm 3-ü, bu boşluqları tam mənası ilə doldura bilməyəcəm. Getdi. Bizim üçün 3 də uğursuzdur. İndi baxaq sizlərlə birlikdə 4 nömrəli fiqurumuza. 4 nömrəli fiqur əslində çox sadədir. Necə ki, bunu bir saat əqrəbinin əksi istiqamətində bir 90 dərəcə döndür. 90 dərəcə döndürəndə baxın, belə bir fiqur yaranacaq. Gətirdiniz bura, çəkdiniz. Bundan sonra hal-hazırki fiquru 90 dərəcədə saat əqrəbində döndürün. 90 dərəcə saat əqrəbini döndürəndə gətirdi buranı doldurdu. Baxın, eyni qaydaları izləyərəkdən fikir verirsiniz, gətirin burada fiquru çəkim. Buranı da doldurdu. Bir dənə də qatlandı üstünə gətirdi, buranı doldurdu. Yəni 4 dənəsi birləşib ümumi şahmat taxtasının 4də birini doldura bilirsə, eyni qanun uyğunluqları izləyərək yerdə qalan 4də üçünü onsuz dolduracaq. Yəni bu elə bir sual tipidir ki, axıra qədər həll etməyə ehtiyac yoxdur. Əgər bir fiqur sualın 4də birini doldura bilibsə, 4də üçünü də dolduracaq. Bizim üçün ona görə 4 də uğurlu oldu. Plusu qoyaq. Növbəti 5-ə baxsaz, 5 zaten bizim üçün uğurlu olmağı çox çətin bir fiqurdur. Niyə? Çünki görürsünüz, bura qara-qaradır axı. Allah bunu belə-belə çəksəz, fikir verirsiniz. Deyək ki, yəni, tam çəkə bilmədim. Biləm, tam çəkim ki, yaxşı-yaxşı görəsiniz. 2 dənə belə gəldi, bir yuxarı, bir yuxarı, sağa doğru. Belə bir fiqur alınır.
Baxın, əziz tələbələr, mən bu fiqurda burada yaranan, baxın, ortada qırmızıladığım boşluğu heç cürə doldura bilmirəm. Ona görə də bizə uğurlu oldu 2 ilə 4, yəni C variantı. İndi baxaq 37 nömrəli suala deyir. Şəkildə eyni kubun müxtəlif görünüşləri verilmişdir. Buna əsasən kubun şəkildə görünməyən üzünün qarşı tərəfində yerləşən üzdəki təsviri tapın. Kubun bütün üzləri müxtəlif təsvirlidir. Yəni görünməyən üz burada görünən hər hansı bir üzlə ortaq, yəni eyni ola bilməz. Elə ona görə bəri başdan C variantı gedir. Çünki C variantı zaten bizə göstərilibdir. Əziz tələbələr, bu sualda əslində tapmaq çox asandır. Burada plusun görürsünüz 4 tərəfi verilib. Heç çəkməyə ehtiyac yoxdur. Bir tərəfi x-dir, bir tərəfi rombdur, bir tərəfi dairədir, bir tərəfi qaradır. Deməli, qarşı üz birbaşa elə plusun qabağına düşəcək. Çünki 4 tərəfi verilibsə, qarşı üz 5-ci olaraq görünür. Amma çəkmək istəsəz, təbii ki, kubun açılışını yaza bilərsiniz. Məsələn, kubun açılışını gəlin sizlərlə birlikdə çəkək. Kubun açılışı üçün nə edirdik? 4 dənə üz yan-yana olmalıdır. Bir dənəsi yuxarıda olmalıdır, bir dənəsi aşağıda olmalıdır. Bu kubun standart açılışıdır. İndi əziz tələbələr, baxın hələ. Yəni iki rakursda da ortaq görünən üz hansıdır? Plusdur. Plusu örnək alıb gedəcəyik. Plusa baxın, bu istiqamətdə baxıram. Ortaya gətirdim, plusu yerləşdirdim. Plusa bu istiqamətdə baxanda elə bir adam belə dayanıbdır. Ayaqları aşağıda, elə fikirləşin. Sol tərəfində x dayanıbdır. Aşağı tərəfində romb dayanıbdır. Gətirdik, rombu da çəkdik. İndi plusa gəlib baxın, bu istiqamətdə yenə baxacağam. Amma yuxarı tərəfi ilə bir adamın başı yuxarı tərəfə düşəcək. Deməli, yuxarısında bizim üçün qara dairə dayanıbdır. Sağında da bizim üçün bura bütünlüklə qara kvadrat olaraq qeyd olunubdur. İndi bizim üçün əziz tələbələr müəyyən olmayan üz hansıdır? Bura sual işarəsi qoyduğumuz. İndi bizə də deyirdi ki, deyir buna əsasən kubun şəkildə görünməyən üzünün qarşı tərəfində yerləşən üzü təsvirini tapın. Qarşı tərəflər nə idi bir-birinə qarşı üzlər? Bir boşluq olan üzlər. Suala bir boşluq buraxsam bizim üçün digər üzümüz hansıdır onun qarşısında dayanan? Plus işarəsi. Ona görə doğru variantımız A'dır. Növbəti sualımızda sırada qanuna uyğunluq yaratmaq üçün oraya hansılarını əlavə etmək lazımdır? Əziz tələbələr, bu sual tipi 38 dəfələrlə imtahanlarda soruşulubdur. Dövlət qulluğunda da, magistrda da, bütün qurumlarda soruşulmuş sual tiplərindən biridir. Burada əsas diqqət yetirəcəyiniz sizlər üçün güzgü əkslərdir. Güzgü əksləri ilə seçməlisiniz. Məsələn, burada bir yazdığım fiqurun baxın, güzgü əksi baxın ən sondakı fiqurdur. Bir-birinin güzgü əksi olan fiqurları eyni nömrə ilə ifadə edəcəm. Baxın, birlər bir-birinin güzgü əksidir. Məsələn, 2 nömrədə yazdığım fiqurun güzgü əksi bizim üçün hardadır? Artıq o burada sırada verilmədiyi üçün aşağıdakı 5 dənə verilən var, onlardan birini seçməliyik. Ona da baxdığımız təqdirdə elə bu 5-dəki baxın bu fiqura oxşuyur. 2 ilə 2 bir-birinin güzgü əksi oldu. 3 nömrəli fiqura diqqət yetirsəz, bunun güzgü əksi hardadır? Baxın, aşağıdadır. 4 nömrəli fiqurun güzgü əksini axtarsaz, baxın 4 nömrəli fiqurun güzgü əksi budur. 5 yazdığım fiqurun güzgü əksi maraqlıdır bizim üçün. Baxın, buradadır. 5 yazdım. 6 yazdığım fiqurun güzgü əksi maraqlıdır bizim üçün. Baxın, aşağıdadır. 6 yazdım. 7 nömrəli fiqurun güzgü əksi onun düz qarşısında dayanıbdır. Ona da qarşısındakına da 7 yazdıq. İndi sıranı tamamlamaq üçün bizim üçün hansı fiqurlar lazım oldu? 2 lazım oldu, 3 lazım oldu, 5 lazım oldu. Ona görə də doğru variantımız deyil. 39 nömrəli sual. Şəkildə neçə üçbucaq var? Sayırsınız əziz tələbələr. Baxın, hissə-hissə fikirləşin. Burada hissələrə, yəni nömrələndirib yazmağa ehtiyac yoxdur. O qədər çətin sual deyil. Baxın, burada böldüyüm üçbucağa bir dənə fikir verin. Bunun daxilində və özü ilə birlikdə neçə üçbucaqdır? 1, 2, 3, 4 dənə özüdür, balaca hissələrdir. Bir dənə də böyükdür, 5 dənə. Gətirdim, bundan neçə dənədir bizim üçün əziz tələbələr? Fikir verirsiniz, 5 dənə belədir, 5 dənə belədir, 5 dənə də belədir. 3 dəfə 5, 15 dənəni yazaq. Yazdım 3 vurulsun 5. Saydıq. Saymadığımız hissələrdə nə var? Plus. Buradakı balaca üçbucağı saymamışıq. Bir dənə belə, 2 dənə belə, 3 dənə belə. Gətirdik bu 3 dənəni də yazdıq. Plus bizim üçün 3 dənə olsun. Plus. Saymadığımız nə qalıbdı? Bir dənə belə. Baxın, bu biri. Başqa-başqa rənglərlə ifadə eləyəcəm görə. Əziz tələbələr, bu ikincisi.
Bir dənə daha var saymadığımız. Bu da olsun bizim üçün üçüncüsü. Üç dənə də belə üstünə gəlirik. Yekunda bir də saymadığımız bir üçbucaq daha qalıbdı. Onu da nə rənglə? Sarı ilə ifadə edək. Baxın, buradakı böyük üçbucağımızdır. Üzərinə gələk bir dənə. Yekunda neçə dənə oldu? 15 üzərinə gəlinsin. 3, 3, 1. 7 də belə. Yekunda 22 dənə üçbucaq əldə etmiş olduq. İndi baxaq sizlərlə birlikdə 40 nömrəli suala. Qəbula düşmüş sual variantlarından biridir. Görürsünüz, iç-içə 1, 2, 3, 4, 5, 6 dənə üçbucaq verilibdir və içinə bir dənə xətt çəkilibdir. Bu xəttdən sonra yekunda 1 yazılıbdır. Əslində sualı qıraqdan çətin görünür. Olduqca sadə suallardan biridir. İndi məni diqqətlə dinləyin. İçəridən çölə doğru üçbucaqları sayıram. 1, 2, 3, 4, 5, 6 dənə üçbucaq var, düz deyilmi? İndi fikir verin. Burada görürsünüz kəsişmə nöqtələri var. Yəni xəttin qırılıb kəsişdiyi nöqtələr var. Bu kəsişdiyi nöqtələrə fikir verin. Birinci saydığımız üçbucağa toxunmayıb. İkiyə burada toxunub. Üçüncü üçbucağa burada toxunubdur. Dördüncü üsbuzağı burada toxunub. Beşinci üsbuzağı burada toxunub. Altıya da burada toxunub. Toxunmadığı, yəni kəsişmə olmayan bir dənə birdir deyə cavab burada bir yazılıb. Növbəti örnəyə baxsaq, yenə çöldən içəriyə doğru sayıram. 1, 2, 3, 4, 5, 6-cı üçbucaq. Baxın, birinci üçbucağa burada toxunub. 2-yə burada toxunub. Toxunma deyəndə bu küncdə bükülmələri nəzərdə tuturuq. 1-ə toxunub, 2-yə toxunub. Sonra baxıram, görürəm ki, 3-ə heç bir halda, baxın, 3 nömrəli üçbucağı qırmızı ilə ayırıram. Görürsünüz, heç bir təmas yoxdur. Yəni o kəsişməsi yoxdur. Kəsişmə deyəndə, yəni bu bucaq altındakı kəsişməsi yoxdur. 3-ə toxunmayıbdır. Dördüncü üsbucağa baxsaz, bizim üçün. Baxın, dördüncü üsbucağın xətti buradadır, toxunub. 5-ə burada toxunub, 6-ya da burada toxunub. 3-ə toxunmayıbdır, cavab 3-dür. İndi biz sualı tapmaq üçün, baxın, bir nömrəli üçbucaq toxunulubdur. Sonra keçirəm bundan bir növbəti fiqura. Baxın, 2 nömrəliyə. Burada toxunubdur, baxın, qaraladı. Sonra keçirəm 3 nömrəli üçbucağa. Görürsünüz, burada toxunubdur. 3 də getdi bizim üçün. 4 nömrəli üçbucağa baxsaz, baxın, bölürəm. Hətta ayrı rənglə bölüm daha yaxşı görün. Baxın, harada qalmışdıq? 4 nömrəli üçbucaq. Fikir verirsiniz, 4-ü ayırıram. 4-ə toxunma yoxdur. Ona görə də bizim üçün cavabımız da 4-ə bərabər olacaq. Fikir verin, 5-in toxunulduğu yer buradır, 6-nın toxunulduğu yer də buradır. Gəlirik, ona görə də seçəcəyimiz doğru variant B variantıdır. İndi baxaq 41 nömrəli suala. Bu da vericinin 2023 imtahanında düşmüş, dövlət qulluğunda imtahanlarında düşmüş sual modellərindən biri də istədə bilər. Olduqca sadə sualdır. Yuxarıda görürsünüz 1 yazıb, 2 yazıb müəyyən fiqurlar qeyd edilib. Onun əsasında qrafiki tapmalısınız. Təbii ki, burada fiqurlar bucaqlı olduğu üçün mütləq bunların bucaq sayısına diqqət yetirmək lazımdır. Baxın, buradakı bucağımız neçədir? 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu 8 bucaq. Bu 3 bucaqlı, bu 4 bucaqlı. Hələ ki bucaqların yanında yazıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 bucaqlı budur. 4 bucaqlı bu da istədə bilər. 1, 2, 3, 4, 5, 6. 6 bucaqlı da budur. İndi eyni şəkildə burada eyni fiqurumuzu verdi. Bu 8 bucaqlıdır, bu 6 bucaqlıdır, buradakı da 5 bucaqlıdır. Bu fiqurumuzda 8 olsun, bu 12 olsun, bu da 4 bucaqlı olsun. İndi hələ bir dənə fikir verin. Birdə bir siz nə edəcəm? Bu yuxarıda dayanan mərtəbələr var ha. Onları toplayacağım. 8 ilə 3-ü topladım. Baxın bu 8 ilə 3-ü. Elədi 11. 11-dən aşağı mərtəbədəki 4-ü çıxartdım. Yerdə qaldı 7. Birinciyə gətirdim, 7-ni yazdım. Gəldim ikincini dəyərləndirməyə. 12 ilə 4-ü topladım 16. 6-nı da çıxdım 10-a bərabər oldu. Keçək üçüncünü dəyərləndirməyə. 8 ilə 6 14, 14-dən də 5-i çıxanda 9-a bərabər oldu. Dördüncüdə də 12 ilə 4 16, 16-dan 8-ə çıxanda 8-ə bərabərdir. İndi A variantını dəyərləndirək, fikir verin. Birinci hara rast gəlib? 7-yə. Biri 7-dir, doğrudur. İkinciyə baxın, ikinci hara rast gəlib? 10-a, doğrudur. Üçüncüyə baxın, 9-a rast gəlib, doğrudur.
Dördüncüyə diqqət yetirsəz, o da 8-ə uyğun gəlib, doğrudur. Ona görə də düzgün variantımız A olacaq. İndi baxaq 42 nömrəli sualımıza. Deyir, tapşırığın həlli üçün aşağıdakı iki tip qanun uyğunluğu müəyyən edilir. Deyir, nümunədəki böyük rəngsiz fiqurlar arasındakı qanun uyğunluqlar, bir də nümunədəki kiçik rəngli fiqurlar arasındakı qanun uyğunluqlar. Bu, DİM-in son imtahanlarında soruşduğu populyar suallardandır. Axırıncı keçirilən Dövlət Qulluğunun imtahanında da təkrar soruşulmuşdu. VC imtahanında da çox yüksək bir ehtimalla soruşulacaq. Deyir, sual işarəsinin əvəzinə nümunədəki qanun uyğunluqlardan hər bir tip üzrə ən azı birinə uyğun gələn şəkilləri seçin. Burada bilirsiniz nə deyir? Deyir, çöldəki fiqur var ha, baxın bu çöldəki fiqur. Bunun qanun uyğunluğu ayrıdır, daxildəkinin qanun uyğunluğu ayrıdır. Təbii ki, birdən çox qanun uyğunluq var. Ona görə də deyir ki, sual işarəsinin gələcək variant, məsələn, çöldəkini deyək ki, 3 cürə, 4 cürə qanun uyğunluğunu tapmamısınız, birini ödəməlidir. İçəridəki də yenə 3-4 cür həll üsul varsa, birini ödəmək məcburiyyətindədir. İndi gəlin dəyərləndirək. Yazıram çöldəki fiqur. Çöldəki fiqurun qanun uyğunluqları nədir? Nağdı bundan bunu əldə etmək üçün saat əqrəbində və ya saat əqrəbin əksi istiqamətində 90 dərəcə dönə bilər. Heç bir problem yoxdur. Yəni bu fiquru götürüb 90 dərəcə sağa sola fırlatsaz ikinci fiqur alınır. Bunu bildik. Sonra çöldəkinin elə bir başqa qanun uyğunluğunu görürük. Hal-hazırda görmürəm. İçəridəki qanun uyğunluğa baxsaq bəs. İçəridəki isə fikir versəz, bir içəri yazaq da. İçəridəkini 45 dərəcə sağa, 45 dərəcə sola fırlatsaz, təbii ki, bu sağdakı fiquru əldə edə bilirsiniz. Təbii ki, burada başqa qanun uyğunluq da ola bilər. Deyilə bilər ki, məsələn, 45 dərəcə döndürəndən sonra onun güzgü əksində əldə eləmək olar. Güzgüsündə. Yəni bu fiquru 45 dərəcə döndürün, daxildəkini deyirəm. Onun güzgü əksini əldə eləsə sağdakı alına bilər. Problem yoxdur. İndi biz cavab variantları üstündən gedəcəyik. İndi bizə elə görürsüz 5 dənə də fiqur vermişəm. Bu 5 fiqurda çöldəki də, içəridəki də bu qanun uyğunluqlardan heç olmasa birini ödəməlidir. Birdən başlayaq sizlərlə. Deyək ki, içəridəkinə fikir versəz. İçəridəki görürsüz birdə olduğu kimi qalıbdır. Əziz tələbələr, içəridəki olduğu kimi qala bilməz. Axı, buradakı örnək verdiyimiz fiqur, baxın, bu x idi, sonra plusa çevrilib. Deməli, olduğu kimi qala bilmir. Bir nağdı getdi. Həm də çölü də yanlışdır. Çölündəki fiqur fikir verirsiniz, artıq 45 dərəcə dönübdür. Axı, bizdə dönmə 90 dərəcə altında baş verə bilirdi. Ona görə getdi. Sonra keçirik 2-ni dəyərləndirməyə. 2-yə baxsaz, əziz tələbələr. 2-də görürsünüz ki, çöldəki fiqur 90 dərəcə dönübdür. Bununla bağlı heç bir problemimiz yoxdur. 90 dərəcə dönmək tamamilə doğrudur. Onsuz biz demişdik ki, çöldəki sola sağa 90 dərəcə dönə bilər. Sola doğru 90 dərəcə döndü, ödədi. Bu okey. Daxildəki fiqura baxsaz, daxildəki fiqur isə 45 dərəcə dönüb. Yəni oxu deyək ki, belə dayanmışdı. Növbəti halda oxu baxın, indi belə dayanıbdır. 45 dərəcə ya sağa dönüb, ya sola dönüb. Fərqi yoxdur. İkisindən də, yəni çöldəkinin də, içəridəkinin də hərəsinin bir qanun uyğunluğunu ödədiyi üçün 2-ni götürə bilərik. 3 də eyni qaydada gedəcəkdir. Onsuz içərini bəyan izah elədik. Çöldəki sadəcə sağa doğru 90 dərəcə dönüb. Bu da okeydir, problem yoxdur, götürə bilirik. 4 yanlışdır. Çünki içəridəki fiqur olduğu kimi qalıb. Bizdə içəridəki fiqur olduğu kimi qala bilməz. 5 nömrəli fiqura diqqət yetirsəz, 5-də də içəridəkində deyək, həm içəridəki olduğu kimi qalıb. Buna icazəmiz yoxdur. Həm də çöldəki fiqur 45 dərəcə dönüb. Oysa ki, bizdəki çöldəki fiqur 90 dərəcə dönə bilərdi. Ona görə 5-i də götürə bilirik, götürə bilmirik. Doğru variantımız 2 ilə 3 olacaq. Yəni bu sualın məğzi nədən ibarətdir? Çöldəkinin də bir neçə qanun uyğunluğunu tapın, içəridəkinin də bir neçə qanun uyğunluğunu tapın. Verilən fiqurlardan isə bu çöldəkinin bir neçə qanun uyğunluğundan heç olmasa birini, içəridəkinin də bir neçə qanun uyğunluğundan birini ödəyə bilirsə, hərəsini bir dənə ödəyə bilirsə o düzgündür. Ona görə də düzgün olan 2 ilə 3 olduğu üçün doğru variantımız C-dir. İndi baxaq əziz tələbələr 43 nömrəli suala. Deyir, fərqli fiqurların çəkiləri fərqli bir rəqəmli ədədlərə uyğundur. Uyğundur. Tərəzi elementlərinin və askı vasitələrinin çəkisi nəzərə alınmır. Sual işarəsinin yerinə hansı ədəd yazılmalıdır? Əziz tələbələr, fərqli bir rəqəmli ədədlər. Bizim üçün bir rəqəmli ədədlər hansıdır? 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9-dur.
İndi biz tərəzidə gətirib bu dəyərləri bir-bir yerləşdirməliyik. Ən çox biz nə edirik? Başlanğıc nöqtəsini haranı qoyuruq? Sayı ən çox olan fiqurdan. Burada sayı ən çox olan fikir verirsiniz, buradakı ürəkdir. Ürəyə verəcəyimiz dəyərlərə fikirləşin. Onsuz kiçik dəyər olacaq. 0, 1, 2, 2 belə ola bilməyəcək. Bilirsiniz niyə? Ürəyə lap 2, 2, 2, 2, 2, 2 versəm 6 dənə 2-nin 12 elədi. Lap bura 0 olsun. A gərək bu da 12 olsun. Bizim axı maksimum yaza biləcəyimiz dəyər 9-dur. Yəni üç bucağın maksimum ala biləcəyi dəyər 9-dur. Hə, deməli 2 bizim üçün uğurlu deyil. Onda 3, 4, 5 onsuz uğurlu olmayacaq. Əziz tələbələr 0 da uğursuzdur. Niyə mən buralara gətirib 0 yazsam? Mən artıq romba nə çəki versəm, üçbucaqda eyni çəki olacaq. Deməli, müxtəlif fiqurlar müxtəlif çəki alırlar deyə. Bizim üçün ürəyin ala biləcəyi ən məntiqli çəki 1-dir. Gətirdim ürəyin çəkilərini 1-i yazdım. Romba da hələlik gəlin 2 yazaq. Bura elədi bizim üçün sol qolun bütün ağırlığı 8. Deməli, sağda 8-dir, üçbucaq da 8-dir. Biz 8-i müəyyənləşdirdik, 1-i müəyyənləşdirdik, 2-ni də müəyyənləşdirdik. İndi davamına baxaq. Bura bizim üçün 16'dır. Deməli sol tərəfdə 16'dır. Biz həmçinin ürəyi 1 tapmışıq. Bunu da yazaq. Burada 16'dır. Bu ikisinin cəmi 16 eləyəcəksə bunlar ancaq bizim üçün 7 ilə 9 ola bilər. Başqa bir ehtimal mümkün deyil əlimizdəki rəqəmlərdən. İndi 7 9 olacaqsa, burada da yerləşdirmədə necə edirik? Bilmirik də bu dəqiqə hansı 7-dir, hansı 9-dur. Amma mən sizə deyə bilərəm ki, burada dairə içində dairə 9, bu 7 ola bilməz. Deyərsiniz, niyə müəllim ola bilmir? Mən gətirib burada 9 yazsam, dairəyə 9 desəm. Bura 9 olanda deməli burada 9-dur. 5 bucaqlı 8 olur. Axı biz 8-i üst bucağa vermişik. Hə, ona görə deməli nə etmək lazımdır? Yerlərini dəyişdirəcəyik, əziz tələbələr. 7 bizim üçün dairə içində dairə olacaq. 9 da buradakı dəyər olacaq. Bu deməli 7 olandan sonra buradakı 5 bucaqlımız da 6-ya bərabər olur. Gətirdik, 6 dəyərində yerləşdirdik, 7 dəyərində yerləşdirdik, 9 dəyərində yerləşdirdik. Həll gələsin. Bu ağırlıq bizim üçün 14 oldu. İndi biz buradan nəyi bilirik? Buranın ağırlığı 32-dir, sağ tərəfin ağırlığı bizim üçün qeyri-müəyyəndir. İndi buradan sadəcə tapdıqlarımızdan üçbucaq var. Bu konkret üçbucağı bilirik. İndi bunu dəyərləndirsək 32-dən kiçik bir dəyər olmalıdır askının bu qolu. Niyə? Çünki axı sol tərəf 32-də ağırdırsa, deməli sağ tərəf yüngül olmalıdır. Sağ tərəf yüngül olacaqsa, burada görürsünüz 8 güşəli ulduzlarımız var. Bu ulduzlar deməli kiçik dəyər almalıdır da, çünki sayısı çoxdur. Kiçik dəyər olaraq istəyirsinizsə gətirək bunlara 0 dəyərini verək. Okey. Bunlara 0 dəyərini verəndən sonra 0-ı da istifadə etmişik. Bəs bu 5 bucaqlara biz neçə dəyərini verəcəyik? Bunu müəyyənləşdirək. 5 bucaqların alacağı dəyər. İndi 5-i də fikirləşə bilərik, 4-ü də fikirləşə bilərik, amma 5 bucaqların dəyərinə baxsaq, biz tapmışıq, bəli, 5 bucaqların dəyərini 6 tapmışıq. Onları da 6, 6 olaraq yerlərinə yerləşdirək. Deməli, bura 14 oldu, bura 6 oldu, buranın opşi ağırlığı 20 oldu. 32 ilə 20-ni topladım, buranın ağırlığı elədi 52. Deməli, tarazlıq olduğu üçün sol tərəfdə 52-dir. İndi buranı da 52 yazandan sonra nələr müəyyəndir? İndi 52-ni 2-yə bölsəm, bura 26 eləyəcək, burada 26 eləyəcək. 26-dan 14-ü çıxdım 12. Deməli, bu qolun ağırlığı bizim üçün 12-dir. Əlimizdəki rəqəmlərdən nə bizim üçün 12-yə bərabər ola bilər? Onsuz bu rombu 2 olaraq tapmışıq. 12-dən 2 çıxdım, 10 qaldı. Bu demək kvadratların dənəsi 5 imiş. Kvadratların dənəsi 5-dirsə 5-i də sildik. Bunu da bildik. Burada bizim üçün 2 olsun. Kvadrata gətirdik, 5 dəyərini verdik. Bu 5 bucaqlının dəyəri bizim üçün neçə idi? Burada 6 idi. Buranı da gətirdik, yazdıq. Bizim üçün hal-hazırda qeyri-müəyyən bir dənə ulduz qalıbdı. Bir də dairə qalıb. Əlimizdə qalan rəqəmlər nədir? 3 ilə 4-dür. Bunun da bölgüsünü necə apararaq? Gətirək bu ulduzlara 3, 3, 3 versək, sol qolun ağırlığı nə qədər oldu? 3 dəfə üçün 9, üzərinə 2 də gəldim. Bura oldu bizim üçün 11. Bura 11-dirsə, bura deməli 15-ə bərabər olmalıdır. 15-ə bərabər olmaq üçün 6, 5, 11-ə verilibdir. Bir dənə 4 qalıbdır əlimizdə. 4-ü də bura qoyandan sonra sual yekunlaşmış olur. Bundan sonra yekunda nəticəni tapmaq üçün bir dənə məsələn romb 2 deyil, bura gətirin 2 yazsın. Üzərinə gəlinsin. 6 bucaqlının dəyərinə baxa bilərsiniz. 6 bucaqlı 9-dur, yazdınız 9. Dairə içində dairə 7-dir, yazdınız plus 7. 5 bucaqlının dəyəri bizim üçün 6-dır. Çıxılsın 6, çıxılsın ulduzda 3-dür və salam. Bu 9, bu 9 ixtisar getdi. Cavab yekunda 9-a bərabərdir. Yəni D variantı. Baxaq 44 nömrəli suala.
Deyir, birinci şəkildəki kvadratlar bir-birinə nəzərən yerlərini dəyişdirərək ikinci vəziyyəti yaradıblar. Bu da bizim üçün deformasiyaya aid, yəni bağlarla əlaqələnmiş fiqurlara aid maraqlı suallardan biridir. Bu sual tipi vericinin 2023 imtahanında da özünü əks etdirmişdi. Deyir, ikinci şəkildəki rəqəmlərin yerində hansı hərflərin olacağını tapın və onları əlifba sırası ilə düzün və hərflərin müvafiq ardıcıllıqla qeyd edin. Bu sualı birinci həll etmək üçün hər bir fiqura birləşən xətlərin sayısının yanında yazırsınız. Bura 4-dür, bura 2-dir, bura 4-dür, 4-dür, 2-dir, 3, 4, bura 3-dür. Bunun sağda da eyni qaydada. Bura 3 dənə birləşib, bura 4 dənə birləşib, 2 dənə, 4 dənə, 4 dənə, 3 dənə, 2 dənə, 4 dənə. Bundan sonra əziz tələbələr, özünüzə başlanğıc seçmək məcburiyyətindəsiniz. Buradakı ən yaxşı başlanğıc bilirsiniz nədir? İkilərə fikir vermək lazımdır. Buradakı el hərfinə fikir verin, iki xətliyə. Bir dənə dörd xətli, digəri də dörd xətliyə birləşib. Yəni iki qolu var, iki qol da dörd xətlilərə birləşib. Buradakı iki xətliyə fikir versəz, bunun ayaqlarından biri 3 xətliyə, biri 4 xətliyə birləşib. Hə, deməli ikiləri bir-birindən ayırd eləmək çox daha asandır. İndi iki ayağı da dörd xətliyə birləşən bizim üçün nədir? Baxın, buradakı kvadratımızdır. Deməli, bu nə hərfidir bizim üçün? El hərfidir. Hardan bildiyə istədə bilər? Çünki iki ayağı da dörd xətlərə birləşirdi. Bunu yazdıq deyək. Deməli, digər iki xətlimiz hansıdır? Baxın, o da n hərfidir. Digər iki xətliyə də gətirdiniz, n hərfini yazdınız. N-nın birləşdiyi dörd xətli nədir? N-nın birləşdiyi dörd xətli d hərfidir. N-nın birləşdiyi gətirirsiniz dörd xətliyə, D hərfini yazırsınız. Bura olsun D hərfi. N-nın birləşdiyi üç xətli nədir sizin üçün? Y hərfidir. N-nın birləşdiyi üç xətliyə gətirib Y hərfini yazırsınız. Bir dənə yerdə üç xətli qalıbdı onsuz. Həmin üç xətli də bizim üçün F-dir. Biz də yerdə qalan üç xətliyə F dəyərini yazaq. Bura qədər hər şey rahat gedibdir. İndi maraqlı olan bizim üçün nədir? 3 dənə 4 xətli qalıb. Bunları müəyyən eləməkdir. Buna birinci elin üstündən gedək. Elin birləşdirdiyi dörd xətlərdən biri D idi. Digəri neçədir? Elin birləşdiyi el bizim üçün hardadır? Bir dənəsi B-dır, bir dənəsi D-dır. D-ni yazmışıq, B qalıbdır. Elin birləşdiyi digərinə də gətirək B hərfini yazaq. Aha, bunu da qeyd elədik. İndi yerdə qaldı bizim tapmadığımız 2 dənə 4 xətti. Bu 2 dənə 4 xəttini tətbiq eləmək üçün bir dənə fikir verirsiniz, qaydalarını yazırıq. Misal üçün, C hərfi ilə başlayaq. C hərfi hansı xətlərə birləşib, yəni hansı fiqurlara birləşib? Onun da rəngini ayırım, rahat görün. C hərfinə fikir versəz, bir dənə D-ya birləşib. Yazdıq D, vergül. Bir dənə fikir versəz, A-ya birləşib. Yazdım A, vergül. Bir dənə F-ə birləşib. Yazdım F. Bir də bizim üçün B-yə birləşib. Gətirdim B-ni yazdım. Bir də var idi bizim üçün A-nın birləşmələri. A-nın birləşmələrinə baxsaq. A bizim üçün bir ayağı B-dədir. A-nın bir ayağı B-dədir. Vergül. A-nın bir ayağı F-dədir. Gətirdim F-i də yazdım. Sonra A-nın bir ayağı C-yə gəlib birləşib. Gətirdim C-ni də yazdım. A-nın bir ayağı da Y-yə birləşib. Baxın, görürsünüz, birləşmələr spesifikdir deyə bunu tapmaq artıq bizim üçün oyuncaqdır. Yəni heç bir çətinliyi olmayacaq. Məsələn, buradakı 4 xətliyə fikir verin. Baxın, dairəyə aldım. Kvadratı qırmızıladım. Bu 4 xətliyə fikir verin. Bir dənə BF birləşib. Deyək ki, bəli, B getdi. Bir ayağı F-ə birləşib, F getdi. Bir ayağı Y-yə birləşib, Y-də getdi. Bir ayağı da onsuz qeyri-müəyyəndir, o da C-yə uyğun gələcək də. Hə, deməli, buradakı 4 xətlimiz nə imiş? A hərfi. Buradakı 4 xətlimiz də yerdə qalanda C hərfi. Və sualda bizə deyir ki, hansı hərflər olacağını tapın və onları əlifba sırası ilə düzün və hərflərə müvafiq ardıcıllıqdan qeyd edin. Heç nə qeyd eləyək. Bir bizim üçün nədir istədə bilər? Birin daxilində yazılan fikir verirsiniz F-dir. 2-nin daxilində yazılan B-dir. Gətirək B-ni yazaq. 3-ün daxilində yazılan axtaraq hardadır? Bizim üçün C-dir. 3-ün daxilində C. 4-ün daxilində yazılana baxaq. 4 bizim üçün A-dır. 5-in daxilindəkinə baxaq. 5 nə hardadır bizim üçün? 7. 6-nın daxilindəkinə baxsaz, o da D hərfinə uyğun gəlir. İndi bunlar deyir ki, əlifba sırası ilə düzün. Əlifba sırasında birinci A gəlir, A-nın kodu 4-dür. Sonra ardınca B gəlməlidir, B-nin kodu 2-dir. Sonra C gəlməlidir, kodu 3-dür. A, B, C, D gəlməlidir ardınca kodu 6-dır.
A, B, C, D, Y və F. Y gəlməlidir. Y-nin kodu 5-dir. Ən axırda da F gələcək. Onun da kodu 1-dir. Deməli 423.651. 423.651 o da A variantıdır. İndi baxaq 45 nömrəli sualı olduqca bəsit sual növlərindən biridir. Baxın, görürsüz sətir-sətir suala baxsaz. Baxın, rüb söhbəti var sualda. Deyərsiniz necə müəllim, rüb söhbəti nədir? Deməli, baxın, deyək ki, belə bir üçbucaq fikirləşin. Bu üçbucağın deyək ki, bu birinci rübü olsun, bura ikinci rübü olsun, burada üçüncü rübü olsun. Elə bir bu üçbucaq içində elə fikirləşmək mümkündür. Baxın, bu bir dəfə yuxarıda olubdur. Bir dəfə sağda olubdu, bir dəfə də solda olubdu. Geri qalan hamısı da baxın, bir dəfə solda, bir dəfə yuxarıda, bir dəfə sağda. Yəni verilən fiqur hər üç rübdə tamamlanmalıdır. İndi buna istinad olaraq baxsaz, baxın bu solda olub, yuxarıda olub. Deməli harda olacaq? Sağda olacaq. Sağda olacaq variantlara baxaq. Nağda D getdi, B getdi. Doğru variant ya A-dır ya da C-dir. Sonra buradakı üzrə fikir verin, sağda olub, yuxarıda olub. Deməli növbəti harda olmalıdır? Solda olmalıdır da, düz deyilmi? Baxaq, yuxarıda olubdur, sağda olmalıdır, növbətində də solda olacaq. Bu da okeydir bizim üçün. Bir dənə qaldı, nə hansı? Baxın, buradakı fiqurumuz sağda olubdur, eyni şəkildə solda olubdur, növbəti yeri də hara olmalıdır? Yuxarı olmalıdır. Deyək ki, bu növbəti fiqurumuz da yuxarıda dayansa, bizim üçün doğru variantımız A-ya bərabər olacaq. İndi baxaq 46 nömrəli suala. Deyir 180 üzəri 223. Ədədin son rəqəmi neçədir? Əziz tələbələr, bu sualların da necə tapılacağına dair ətraflı video izah çəkmişəm. Başa düşməyən tələbələr həmin videodan izləyib təqib eləyə bilərlər. Sizə lazım olan video izahları da bu yerləşdirəcəyim videonun açıqlama qisminə link olaraq əlavə eləyəcəm. İndi baxaq, bizə 180-in qüvvəti 223 deyir. Bu 8 ilə 1-i atacağıq. Bizə son rəqəmlər maraqlıdır axı. 8 qüvvəti 223 olaraq yazırıq. Həmin qüvvət 223-ü götürüb çubuqlu bölməklə böləcəyik 4-ə. 55 dəfə 4-ün eləsin 220. Qalıq 3 alındı axı. Bu həmin 3 qalığı gətirib 8-in qüvvəti olaraq yazırıq. 8-in qüvvəti 3, 512 olduğu üçün sonuncu rəqəmimiz 2-yə bərabərdir. Doğru variantımız da C-dir. İndi baxaq 47 nömrəli suala. Deyilir ki, fiqurlar saat əqrəbin hərəkəti istiqamətinə dönəndən sonra paralel köçürülərək bir vəziyyətdən qalın xəttdən digərinə qırıq-qırığa keçirlər. Şəkillərə uyğun rəqəmləri bu şəkillərin alınması üçün fiqurlar minimum dönmə bucaqların artma ardıcıllığı ilə düzün. Bura qədər başa düşdük. Bizə əsas olan nədir? Fiqurlar saat əqrəbin hərəkəti istiqamətində dönürlər. İndi suala baxsaq. Bizə artma ardıcıllığı maraqlıdır da, düz deyilmi? Birinci fiqurdan başlasaq. Birinci fiqurdan gətiririk. İstədiyimiz bir nöqtədən simmetriya xəttini çəkirik. Baxın, deyək ki, bu ucdan çəkdim. Baxın, simmetriya xəttini qeyd elədim. Əziz tələbələr, çox vaxt tələbələrin yaşadığı problem odur ki, deyirlər qırıq-qırıqda həmin nöqtə buradımı, buradımı? Bunun üçün ki, hər tərəfi bərabərdir. Əziz tələbələr, deyir minimum dönmə bucağı. Minimum sayırsa, baxın, buranı gətirib örnək götürəcəksiniz. Eyni yerdən simmetriya oxunu çəkdiniz. Buradan baxın, gəlib çatıb bura. Harca bir nömrəyə biz 30 dərəcə deyə bilərik. Keçək 2 nömrəli fiquru dəyərləndirməyə. 2-də də istədiyimiz yerdən simmetriya xəttini çəkək. Məsələn, deyək ki, bu qalan tərəfdən baxın, buradan simmetriya xəttini çəkdim. Qırıq-qırıqda da eyni nöqtəni elədim. Tələbələr çox vaxt götürürlər buranı 30 dərəcə. Yox. Hərəkət saat əqrəbi istiqamətindədir, əziz tələbələr. Yəni, buradan bura gəlib çatmaq üçün, baxın, bu dairəvi hərəkəti eləyib gəlməlidir bura. Bu hərəkət də haradasa bir 330 dərəcə var deyə bilərik. Gətirdik bura 330 dərəcə yazdıq. Keçək 3-cü fiqura. 3-cü fiqurda da eyni qayda simmetri oxunu çəkək. Baxın, bu küncdən deyək ki, simmetri oxunu çəkdim. Gətirdim ikincidə də eyni nöqtədən, baxın 40-40-da da eyni yerdən simmetri oxunu çəkdim. Buranı da haradasa bir 150 dərəcə demək olar da buradan, baxın, hərəkət edib gəlib çatıb bura. Bir 150 dərəcə demək olar. Sonra keçirəm 4-cü fiquru da eyni qaydada dəyərləndirməyə. Hansından örnək verərək çəkə bilərik? Məsələn, indi simmetriya xəttinin baxın birini buradan çəkək. Eyni qırıq-qırıqda da eyni nöqtədən baxın, simmetriya oxunu gətirdim buradan çəkdim.
Deməli, hərəkət necə baş veribdir? Buradan fırlanıb, gəlib çatıb bura. Bu bucağa da hardasa bir 250 dərəcə demək olar. Gətirdik burada 250 dərəcəni yazdıq. İndi keçək 5-ci fiquru dəyərləndirməyə. Əsas qara xəttdən buradan simmetriyanı çəkdim, bu ucdan keçdim, qırıq-qırıqda da simmetriyanı çəkdim. Hərəkət buradan bura gəlib. Buna da bir 90 dərəcə demək olar. Bu da olsun bizim üçün 90 dərəcə. Bizə deyir bucaqların artma ardıcıllığı ilə düzün axı. Ən kiçik bucağımız 1-də 30 dərəcədir. 1 yazdım. Vergül. 30-dan sonra növbəti böyük 90 dərəcədir. Onun sıra nömrəsi 5-dir. Yazdım 5. 90-dan sonra 150 gəlir. Yazdım 3. 150-dən sonra 250 gəlir. Yazdım 4. Ən axırda 2 qalıb onsuz. 15, 1, 5, 3, 4, 2. O da C variantına uyğun gəlir. 48 nömrəli sualı deyir, döşəmədən pilləkənlə qalxan adam hər addımda ya bir, ya da iki pillə qalxır. Dördüncü pillənin sınıq olması onun üzərinə çıxmağı mümkünsüz edir. Çatma variantlarının sayı bir rəqəmli ədəd olan ən yuxarı pillə neçəncidir? Baxın, əziz tələbələr, pillə nömrələrini yazaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bir 9-a qədər yazsaq yəqin kifayət. Maksimum onsuz 12 ola bilər. 10, 11 və 12-yə qədər deyək ki, yazdıq. Dördüncü pillə sınıqdır. Dördüncü pilləyə deməli ayaq basmaq ehtimalımız sıfırdır. Sol tərəf sıradır, sağ tərəf ehtimaldır. Bu mövzuya da dair ətraflı video izahı yerləşdirəcəyəm şərh bölməsinə. Deməli, əziz tələbələr, bu ya 1 ya da 2 pillə qalxır. Deməli, birinci pilləyə qalxmaq ehtimalı 1-dir, ikinci pilləyə qalxmaq ehtimalı 2-dir. İkinci pilləyə ya bir addımlayıb çıxacaq, ya da 2 pilləni birdən qalxacaq. Üçüncü pillənin ehtimalını tapmaq üçün ondan bir əvvələ və 2 əvvələ xətt atıram. 2 ilə 1-i topladım, burada 3 ehtimal. 4-ü onsuz sıxa bilmirik, sınıqdır. 5-ci pillədən bir əvvəlinə, 2 əvvəlinə xətt atıq. Niyə bir əvvəlinə və 2 əvvəlinə xətt atıram? Ya 1 ya da 2 pillə qalxdığı üçün. 0 ilə 3-ü topladım, ehtimalların cəmini. 0 ilə 3-ü topladım, deməli 5-ə də çıxmağın 3 ehtimalı var. 6-nı nəzərə alsaq, bir əvvəlinə xətt atdım, 2 əvvəlinə. 3 ehtimal buradadır, 0 ehtimal buradadır. Cəmi burada 3 ehtimal oldu. 7-ci pillənin bir əvvəlinə, bir də 2 əvvəlinə. 3, 3. Cəmlərini topladım, 6 ehtimal oldu bizim üçün. 8-ci pillənin ehtimalı bir əvvəlinə, 2 əvvəlinə. 6 ilə 3-ü topladım, 9 ehtimal oldu bizim üçün. 9-cu ehtimala baxsaq, bir əvvəlinə, bir də 2 əvvəlinə xətt atıram. 9 ilə 6-nı toplayıram ki, burada 15 alınır. Əziz tələbələr, bizdə sualda deyirdi ki, çatma variantlarının sayı bir rəqəmli ədəd olan ən yuxarı pillə neçədir? Çatma variantının sayı bir rəqəmli olan ən yuxarı pillə 8-dir, ona görə də doğru variantımız B olacaq. Sonra keçək sizlərlə birlikdə 49 nömrəli suala. Bu da qəbullarda özünü əks etdirmiş sual növlərindən biridir. Deyir A, 1, 4, B, C ədədi 3-ə qalıqsız bölünürsə, A, B, C cəminə uyğun olan ədədlərin kodlarını seçin. Bir ədədin 3-ə qalıqsız bölünməyi üçün onun rəqəmləri cəmi də 3-ə bölünməlidir. Misal üçün, deyək ki, 81 3-ə qalıqsız bölünür, 8 ilə 1-in cəmi 9-dur, 9 bölündüyü üçün. Məsələn, 100 deyək ki, 2, 3-ə qalıqsız bölünür, çünki rəqəmləri cəmi 1, 0, 2, 3-ə bölündüyü üçün. İndi sizə A, B, C bir də 1, 4 verir, bax, bunun özü bir ədəddir. Ona görə 1 ilə 4-ü toplayın, buranı 5 nəzərə alın. Deyir ki, ABC cəminə uyğun olan, ABC cəminə uyğun olan, yəni ABC-nin cəmi məsələn 13 kimi, 23 kimi nəzərə alın. Onlara uyğun olan kodları seçmək lazımdır. Misal üçün, burada ondan əvvəl 5 dayanıraq, yəni 13-dən əvvəl ABC-nin cəmindən 1, 4 var axı əvvəl. Bu ikisinin cəmini 5 olaraq qəbul elədik deyə 5-in üzərinə 13 gəlirəm, 18. 18 3-ə qalıqsız bölündüyü üçün 1 doğrudur. Sonra buradakı 5-in üzərinə 23 gəlirəm, 28 bölünmür, getdi. 5-in üzərinə 16 gəlirəm, 21. 21 3-ə qalıqsız bölünür deyə 3-ü də götürəcəyik. Buradakı 5-in üzərinə bu 12 gəlirəm, 17 bölünmür, getdi. 5-in üzərinə 21 gəlirəm, 26 bölünmür, getdi. 5-in üzərinə buradakı 10-u gəlirəm, 15 eləyir. 15 3-ə qalıqsız bölünür deyə 6-nı da nəzərə alacağıq. 5-in üzərinə 20 gəlirəm, 25 eləyir, bölünmür 3-ə, getdi. 5-in üzərinə 14 gəlirəm, 19 bölünmür, getdi. 5-in üzərinə 17 gəlirəm, 22 o da bölünmür deyə 9 da getdi. Bizə uyğun nə oldu? 1 oldu, 3 oldu, 1 də 6. 1, 3, 6. Təkrar deyirəm, əziz tələbələr. Bu aşağıda yazılan ədədlər birbaşa ABC-nin cəmidir. Ona görə biz 5-in üzərinə birbaşa 13-ü, 23-ü gələrək yoxladıq.
İndi baxaq sizlərlə birlikdə abstrakt məntiqə aid sonuncu sualımıza. 50 nömrəli sualı. 50 nömrəli sualda deyir, verilmiş fiqurun sahəsini hesablayın. Yəni, buradakı fiqur var, bunun daxilinin sahəsi maraqlıdır bizə. Pi bərabərdir 3-dür, hər damanın tərəfi isə 1 qəbul olunur. Baxın, əzizlər, bu sualı tapmaq üçün hissə-hissə hesablamaq lazımdır. Baxın, birinci bu böldüyüm dairəni. Baxın, bu yarım dairədəydi. Bu yarım dairəni hesablamaq lazımdır. Bu yarım dairə olaraq yox, birinci biz bunu bütöv dairə olaraq fikirləşsək, dairənin sahə formulu nədir? S bərabərdir pi r kvadratı ilə hesablanır. Bunu bilirik. Əgər S bərabərdir pi r kvadratıdırsa, bu dairənin gətiririk buradan bir dənə radiusunu bilirik ki, axı damanın tərəfi 1-dir, buradan bura radiusu 1-dir. Pi də deyir 3 qəbul olunsun. 3 vurulsun 1-in kvadratına, o da eləyir 3. İndi əziz tələbələr, bu bütöv dairənin sahəsi idi. Bizə yarım dairə maraqlıdır deyə 3-ü böldü 2, o da bərabər oldu 1/5-ə. Hə, biz deməli dairənin yarısının sahəsini nə qədər tapdıq? 1/5. Yazıram bura 1/5 üzərinə gəlinsin. Baxın, rəngləyirəm ki, qarışdırmayın. Artıq buranı hesaplamışıq. Bundan sonra keçirəm geri qalan hissələri hesablamağa. Baxın, baxın, çəhrayı ilə böldüyüm qismi. Bütöv bir kvadrat olaraq nəzərə alır. Bu kvadratın baxın tərəfi 2-dir, uzunu da 2-dir. Yəni eni uzunu 2-dir. Niyə hər dama 1-dir axı? 2 dənə dama yan-yana 2 eləyir. Deməli 2-ni 2-yə vurduğunuz təqdirdə bu rənglədiyim çəhrayı qismin sahəsi bizim üçün bərabər olacaq 4-ə. Üzərində eləninsin 4 plus. Rənglədiyim hissələr hesabladığım hissələrdə tələbələr. Baxın, buradakı 2 dənə üçbucaq var ha rənglədiyim. Bunları fikirləşin ki, bu elə bir sağ tərəfdəki bu üçbucaq gəlir bunun üstündə yerləşir. Tam bir kvadrata alır axı. Deməli bu 2 dənə sarı böldüyüm üçbucağın cəmi bərabərdir bizim üçün 1-ə. Çünki kvadrat 1-in 1-ədir deyə sayəsi 1-dir. Üzərinə gəlinsin. Sonra hesablayacağımız növbəti fiqurlardan. Baxın, buradakı bizim üçün üçbucaq maraqlıdır. Rənglədiyim üçbucaq. Bu rənglədiyim üçbucağın buradan bura qədər hündürlüyü. Hətta başdan bölüm daha yaxşı görün. Buradan bura böldüyüm hündürlüyü 1-dir. Oturacağı da bizim üçün 1-dir. Üçbucağın səhv formulu nədir? A vurulsun H bölünsün 2. Yəni oturacaq vurulsun hündürlük bölünsün 2. İndi bu düz bucaqlıdır deyə bunun katetləri zaten biri oturacaqdır, biri hündürlükdür. 1-i 1-ə vurub 2-yə böldüyünüz təqdirdə 0,5 əldə edirsiniz. Deməli bu üçbucağın sahəsi qırmızı ilə böldüyüm 0,5-ə bərabərdir. Üzərinə gəlinsin 0,5. Üzərinə gələk. Əziz tələbələr, baxın, indi bu qırmızılayacağım yerin sahəsi maraqlıdır. Onu da necə taparsınız? Sən fikirləşin ki, belə bir kvadratdır. Baxın, bunun da tor xəttlərini özüm ayırdım. Sizə maraqlı olan, baxın, qara ilə bölürəm ha. Bu nöqtələdiyim hissənin sahəsini tapmaqdır. Bunu nə edirsiniz? Birinci bunu bütöv bir dairə kimi fikirləşin. Obşi kvadratın sahəsi nə qədərdir? Eni 2, uzunu 2. Vurdunuz 4. 4-dən çıxın daxildəki dairənin sahəsini. Biz daxildəki dairəni bayaq 3 olaraq tapmışdıq da. 4-dən çıxdım 3, elədi 1. İndi sizə bir bilsiz nəyi göstərir? Bu nöqtələdiyim obşi qıraqdakı boş hissələri göstərir. Amma sizə bunun 4 hissəsinin cəmi maraqlı deyil axı. Sizə cəmi bir dənəsi maraqlıdır. Bir dənəsini də tapmaq üçün 1-i böldünüz. 4-ə elədi 0,25. Hə, buranı 0,25 olaraq tapdınızsa, əziz tələbələr. Nə fikirləşə bilərsiniz? Deyərsiniz, baxın, bu da 0,25-dir. Bir dənə. Bu da 0,25-dir. İkincisi. Bu üçüncüsü rənglədim. Baxın, burada bölürəm. Bu dördüncüsü də eyni fiqurdur da. Baxın, burada da böldüm. Burada sizin üçün beşincisidir. Deməli, 5 vurulsun 0,25-ə. Üzərinə gəlsin. İndi bu aşağı tərəfi təmizləyək, bizə meşatçılıq törətməsin. İndi yekunda harda qalmışdıq? Haraları hesablamamışıq. Əziz tələbələr, bir dənə fikir versəz, burada qırmızı ilə böldüyüm hissə sizin üçün bir düz bucaqlıdır. Eni 1-dir, uzunu 2-dir. 1-i 2-yə vurun, buranın da sahəsi 2-yə bərabər olsun. Üzərinə gəlinsin 2 plus. Hesaplamadığımız bilsiz nə qalıbdır? 2 dənə dairənin 4də 1-i. Onu necə hesaplayarsınız? Misal üçün, baxın, bununla bu rənglədiyimlə. Bu rənglədiyimi yan-yana qoyanda,
Baxın, birbaşa buranı əldə edirsə, baxın, mavi ilə böldüyüm dairəni. Çünki ikisi, baxın, bununla bu bir dairənin dörddə birləridir. Birləşdirəndə dairənin dörddə ikisi, yəni yarısı əldə olunur. Və yaxud da bu dairəni biz 1,5 tapmışdıq deyə, təkrardan buna biz 1,5 olaraq deyə bilərik. Bu ikisinin cəmini birlikdə fikirləşdim. Yekunda da əldə edəcəyimiz dəyər bizim üçün bərabərdir 11,75-ə. Bu da C variantıdır. Bu gün sizlərlə birlikdə əziz tələbələr, kursumuz tərəfindən təşkil olunmuş sınağın abstrakt məntiqinə diqqət yetirdik. Bu həftənin bazar günü keçiriləcək vergi xidmətin imtahanında hər birinizə uğur diləyirəm.